Doğrudan da bilirsən nə şikayəti? Elə belə davazat şikayəti deyil ha. Fakt pullar atılıb, fakt. Bilirsən Alena, WhatsApp-lardan söyüşlər. həm də ki bizim bir cəmiyyətdə bəzi insanlar, yaxşılarından iraq, bəzi insanlar Müjganın bu cür olmağına şərait yaradırlar. Müjgan görürdü ki, bu bambıllıq eləyəndə, içəndə, nə bilim Sibirə gedib avaraçılıq eləyəndə, necə deyirlər, süləngilik eləyəndə, cəmaət buna hədiyyə atır, buna pul atır. Bildin? Yəni cəmaət elə bir buna stimul verdi, podдержка eləyirdi. Ona yəni bilirsən bizim o cəmiyyətdə olan ağılsızlar var, bəziləri ya. Müjganın bu günləri bu cür olmağına səbəbkar da olan da rolü var, çox rolü var. Yox, Çünki mən onlar sənə bir onu söz elə... deyim. Mən sənə bir söz deyim, sən xahiş edirəm. Bax, Ha, buyur. məni dinlə. O deyirsən, bəziləri var ki, ona pul atıb. Qurana and olsun, o bəziləri var ha. Ona pul atır, bilsənmi niyə? Ortalığı qızışdırsın, onu daha da qabağa versin, qızışdırsın ki, bu daha da qabağa getsin ki, öz tələsinə düşsün. Əslində buna çox adam pulu ona görə atıb ki, bu tələsinə düşsün. Təliyə də saldılar ki, salacaqlar. Çünki Azərbaycan dövlətinə gedən şikayətlərin hamısında nə yazılıb? Toçna, bu çeklər, pul atılan çeklər, kartına nə qədər pullar atılıb onun, nə qədər WhatsApp-da söyübdü, bloka atıbdı milləti, bunun heç kimin xəbəri yoxdur canlı yayında. Arxa planda olanları deyirəm mən. Müjganın bütün xanımları söydüyünü, nə qədər pullar aldığını, çekləri var xanımların hamısı birbaşa nazirlikdən qəbul olunublar, hamısında sənədlərini görmüşəm, hamısı da şikayətçi olmuşdu. O bilirsən neçə ayda olmuşlar onlar. Bəlkə bir 8-7-8 ay var ki, şikayətlər olunmuşdu. Bax 7-8 aydır ha. Demək ki, bu şikayəti yığırlarmış da. Çünki puldur, WhatsApp-da söyüb, pul istəməkdir, pulu alıb ondan sonra söyüb blok atmağın hamısı bir şantajdır. Bunu belə olmaz axı. Belə elədikləri üçün belə olub zaten. İndi saxlanılıbdır. İnşallah apararlar. Burada bəzilər deyir ki, xanımdır, qadındır. Bunu unutmayın ki, Azərbaycanda tutulan xanımların heç birindən artıq deyil Müjgan. Bunu unutmayın. Hələ Arzudan heç artıq deyil. Arzumun çörəyini yedi, bahalı paltarlarını geyindi, pulunu aldı, bahalı kremlərini qoydu, sumkasına gətirdi. Arzum tutulanda getdi, oynadı, salat düzəltdi. Ay Alena, vaxt vardı elə Arzunun özünə Dedi, deyirdilər dedi, ki... sonra dedi kino çəkirəm. Alena, Arzunun vaxt vardı, Arzuya deyirlər ki, Arzu o sənin səviyyən deyil, o sənin stolunun ətrafında oturası insan deyil. Mən dedim də, neçə dəfə söydüm Arzumu, neçə dəfə pazladım ki, uzaq dur. Mən özümə dedim, məni sən qarşıda başqa insanlar da, mən də öz yayımımda İldüzə ilə danışmaya deyirdim ki, İldüzənin payı deyil o. Amma Arzu nə üçün yayımda bir gün dedi ki, kimin əvvəli necə olubsa mənə maraqlı deyil, mənə hindi maraqlıdır. Həmən ki, İldüzə öz yayımda demişdi ki, Müjganın ayağı yüngül idi, amma filankəsin ayağı ağır idi, mənə negativ tökürdü, mənə pis aurasını tökürdü. Amma Müjgandan xoşum gəlməsə, danışmasın, amma onun ayağı yüngül idi. Yəni, demək istəyirəm ki, vaxt var idi, həmən bu insanların hamıya eyni sözü deyirdik də, yəni bu insan bu o deyil. Yəni evə buraxılası insan deyil, paltar biləsi insan deyil, kömək olunası insan deyil bu insan. Amma nə dedilər? Dedilər ki, əvvəli bizə maraqlı deyil. Mən sadəcə onu deyim ki, mən hətta o vaxt Sevinçlə danışanda, anasından, Arzumdan anasına danışanda dedi, ay Aleyna xanım, ay qızım deyə demişə. Dedi ki, mən bax Sevincin yağızımı gələn dedim, Sevincə. Dedim ki, sən o Müjgana çox dəstək verdin, sən onu dal yığdırdın, sən ona pul verdin. 500 manat, 1000 manat az deyil, qurban olum az deyil. O 500 manata, 1000 manatı gedib Sevinç, Müjgana yox, bir nə bilim paylayardı, TikTok'da paylayardı kartlarına milletin içində kasıfların için alın gedin, dərmanınızı alın. Müjgana sən dalı yığdırırsan, Müjgana sən dəstək verirsən, Müjganın evinə ət göndərirsən. Bu nədir? Bu nədir? Müjgan kimdə? Müjgan hansı kasıbdan artıqdır? Kasıb deyirsiniz, kasıb sizə qurban olum. Sibiristanda gedib gəzmir, Bursalarda gedib gəzmir, dırnaq qoydurmur, göt qoydurmur, burun yığdırmır, orasını. Hansı kasıb yığdırır? Siz elə deyirsiniz, kasıbdır, düşürsünüz, daş kasıbdır, pul atırsınız. Kasıbın vapşı telefonunda heç internet olmur. Yeri gələndə qonşulara yalvar ki, Wi-Fi-nizdən mənə də paylaşın. Ay bala, ya da nə bilim, işığı qonşudan çək ki, işığın pulunu ödeyə bilmirəm. Kasıb onlardır. Kasıb nə vaxtda dırnaq düzəldib? Canlı yayında bütün günü oturmaq. Hərəsindən də 3 telefonu var. İnternetdir, telefondur. Bunlar kasıb. Hardan alır bunları? Sizə sual verirəm. Burada heç birinizin əlində Pro Max 17 yoxdur. Müjganın əlində o birisinin Ayşəsi olsun, Müjgan olsun, hamısının əlində 17 Pro Max var.
Hamısında 3 dənə telefonu var, dırnaqları da hamısının gözünə girir. Nə bilim, yeyib içib də gəzirlər də. Özdəki Hansı Alena, sənə bir dənə söz kasıbdır? deyim. Mənə bilirsən nə maraqlıdır? Həyat yoldaşı olan, qardaşı, atası olan, evi eşiyi olan insan, öz maaşı, hər ay maaşını alıb cibinə qoyan insan, səhər tezləndən yuxusuna haram qatıb, gecəsinə propkalarla evinə gələn insanlar özlərinə taksidə getməyə qıymırlar. Gedirlər metroda, gedirlər avtobusda. Amma mən görürəm ki, bu TikTokda kart qoyan insanlar çoxsu taksidə gedirlər, avtobusda, metroda getmirlər. Ay kasıblar, qurban olum, kasıb pul axtarır ki, mən gedim reseptimi alım, dərmanıma yazıbma. Bəlkə kasıb var ki, rayondan Bakıya gedib çıxa bilmir ki, mənim pulum yoxdur, mən Bakıya gedim həkimin yanına. Müjgana kasıb deyənlər Müjgan velosiped alır özünə. Müjgan gedir velosiped alır, velosipeddən gəzir. Müjgan kupanlik pulu yığır sizdən. Siz hara baxırsınız, Kupanlik pulu nə ayıbdır Allah haqqı. Azər Zahidin canlı yayında İlhamiyi niyə yapardılar? Bir dənə dirək söz işlətdiyinə görə. Nə eləmişdi İlhami? Anası, xəstə anası var idi. Ən azından İlhami anasına baxır, xəstə anasına. Müjgan kimə baxır? Yeri gələndə qabağından dalına baxır. Burnunu poxunu yəyən Müjgana. Siz qabağa verdiniz, velosiped aldınız ona. Nə bilim, ona kupanlik pulu atırsınız deyə. Bu cür xiyarım yox, badımcanım yox, pul atırsınız. Spisok tutub qabağına, spisok qoyub. Hansı birini deyim də? Nəysə, mən çıxıram yayımdan, Parisdən gəlmişəm, yeməyimizi adını yeyim, sən qoşularam. Özündən müğayət ol. Öpürəm. Əsəbləşirəm, onun adını. Allah haqqı, mən burada bir dənə şoka düşürəm həmişə ki, belə mənə gülməli gəlir ki, özünüz heç taksidə getmirsiniz, amma ona taksi pulu göndərirdiniz. Özünüz anavızın yanına gedəndə, əmilərinizin, xalalarınızın yanına gedəndə, atalarınızın, babalarınızın qəbrini ziyarətə getməyə gedəndə 2 dənə avtobus, 2 dənə metro stansiyası dəyişirdiniz. Amma Müjgan kimi, Müjganın timsalında olan burada kart paylaşan insanlara kart pul göndərirdiniz ki, bəs metro ilə getmə, taksi ilə get. Siz bəlkə də 1 manatlıq bir qabayt götürürsünüz gün ərzində. Onlar isə pulum yoxdur, kartımda pulum yoxdur. Allahla öz aramda 17 manat pulum var deyən insanlara pul atıb, gecə və gündüz telefonda megabaytla yayımda otururlar. Ya siz onlara pul atırdınız ki, yayımı bağlama, amma otur megabaytı ala, bu pula atıram, megabayt al özüvə, amma yayımı bağlama. Hələ uzağa getməyək. Hələ məsələn, Vəfa incisə də məndən, inciməsə də məndən. Prosta misal çəkmək üçün məcburam deməyə. Hələ o Vəfa qaynaq ustası. Yəni, niyə görə? Yəni, Vəfa burada TikTokda o qədər qaynaq eləyən, saç eləyən qızlarımız var ki, hansı bir kasıb qıza dedi, gəlməsən qaynaq. Ayda bir dəfə də olsun, ayda bir dəfə belə olsun, siz qaynaq ustaları məsələn üçün də çağırdınız ki, gəlin bir dənə, mən ayda bir dəfə bir dənə kasıb bir qızın, yəni pulu imkanı o qədər də yaxşı olmayan bir qızın saçının qaynağını bisplatla yığım. Amma siz Müjgan kimlərin, necə deyərlər, burada şeylədiniz, qaynağın saçını dəfələrlə yığdınız, dəfələrlə saç olan hədiyyə elədiniz. Hansı birini elədiniz? Hansı xərçəng xəstəsi olan bir uşağa siz burada hansı bir saç ustaları, qaynaq ustaları, onun üçün parik düzəltdiniz, çolka düzəltdiniz? Hansı biriniz? Heç biriniz. Hansı biriniz dişi, damağı, pis gündə olan bir xəstə insana, oğul, kişiyə, qadın fərqi yoxdur. Hansı bir xəstəliyin ucbatından dişləri tökülmüş insanın dişlərini burada remont elədiniz. Heç birini. Amma burada elədiklərinizi elədiniz. Prosta niyə gördürəm tutulmaq barəsində deyə bilən? Yox, qoşmuram. Vəfa, Vəfadır. Buyur Vəfa. Yəni, mən demək istəyirəm ki, burada ancaq və ancaq öz mənafiyinizi güdürsünüz. Allah da Allah bəs nə dedi ki, 10 manat qazanırsansa 1 manat sən şey ver də, eysan ver də ki, məsələn, köməkli elə. Siz burada Müjgan kimlərinin reklamını qazanırsınızsa, heç olmazsa bir dənə də kasıb adam üçün bir şey eləyin də. Mən ancaq burada TikTokda gördüm ki, tanıdığınız insanları eləmişsiniz. Bəli, Vəfa. Səmrə xanım, salam, necəsiniz? Salam. Çox sağ ol, sən necəsən? Şükür, mən sizin ümumiyyətcə belə tanış deyilik, amma belə yayınlarınıza falan baxıram, xasiyyət olaraq da oxşadıram öz xasiyyətimə, mərhəmətli olduğuna görə falan. Siz məni yaxından tanımırsınız, amma tanıyanlar çoxdur. Mən həmişə dəstək olmuşam xanımlara. O qədər olub ki, imkanı çatmayıb, gəlib salona müştəri olaraq
Zaten başa düşürəm. Axı ona heç kim Müştərim görmür olur. axı. Siz müjganı onu Əlbəttə ki, eləyəndə Allah hamı gördü, qəlbləri amma görən- kasıbları eləyəndə görmədilər. Əlbəttə ki, qəlbləri görən Allahdır, amma mənim sırf kənardan xeyir iş sevər olduğumu görən xanımlar var ki, ona görə məni çox istəyirlər. Olub ki, əlimdə müştəri, biz sıra ilə işləyirik. Sıra mənim olub, başqa müştəri verilməlidir ki, mən işləməliyəm, pul qazanmalıyam, amma içəri bir xanım gəlib ki, pulum yoxdur, mən demişəm, gəl otur, sən saçını mən yığacam. Yəni onu da görən müştərilər olub ki, mənə özləri dəfələrlə yazılıblar, mənə gəliblər, adamlar göndəriblər ki, Vəfa sənin o xəsiyyətinə görə elədik. Ay Yəni, mən Vəfa, həmişə sən mənim demişəm, dediyimi başa xeyr. düşmədin, nə bacı? Mən demək istəyirəm Başa ki, düşürəm. yəni ki, biz keçən- göstəriş sevən insanlarıq da. Biz yəni ki, biz birimiz bunu eləyəndə o birisi də bunu görür və Yəni- sənin prinsipə düşür, o da o biri usta da bunu eləyir. Başa düşdün? Ay sağ ol, çox razıyam o sözlə. Hə. Amma məni tanıyan insanlar var. Mən xeyirxah insanam. Düzdür, çox da gücüm yoxdur. Yəni deyim ki, belə milyonum var eləyirəm, amma gücüm çatan qədər həmişə kömək eləmişəm. Kurs da keçmişəm, pulsuz xanımı eləmişəm, usta. Hər şey eləmişəm mən indiyənə kimi. Sadəcə olaraq, yəni qəlbləri görən Allahdır, əməlləri görən Allahdır. Tələbə olub ki, çöldə qalıb evimə götürmüşəm, onu Tamam dəstək canım, olmuşam. necəsiz, Yəni nə çox şey eləmişsiniz? eləmişəm. İnsan gərək elədiyini deməsin. Amma Vəfa, bir ay şey Vəfa, deyim. ay Yalan- Vəfa. Qıraqda biz də çox iş görürük, amma sizin burada gördüyünüz işləri Bəli. biz görəndə siz hələ insanlara reklamına girirsiniz ki, yəni o insanlar Samira həyatda düzgün yaşayış olmayan Aliyana xanım insanlardır. da dedi ki, mən bilməmişəm axı hədiyyə Xeyr, atanda hər ki, bu şeydə kimdir. bilirdiniz. Vəfa xanım, bir dəqiqə deyən. O restorana Bəli. aparırdınız ad günündə padarkalar, madarkalar. Altdan sizə yazırdılar, siz çıxırdınız müsafirə çıxırdınız. Və sizə Aha. deyirdilər ki, siz niyə bununla beləsiz, nəsiz? Deyirdiniz ki, siz Oy, onu elə hələ görürsünüz, onu onun elə bilirsiniz. ürəyi var. Siz mənim Bəli. salonda cəmaatla dalaşmağımı görməmisiniz. Nə danışırsınız? Onun haqqında Xanım, nəsə mən danışanda olmuşam o bilirsiniz yayında. necə reaksiya verirdim? İnanırsınız Ay, sağ ol, Allah'a hərif olsun, cəmaatı da yəni bloklayırdınız. Xeyr, indi doğma siz ucu iş başladılar yoldaşlarımla təkbirə, belə zaten dalaşdığım ondan sonra olur. dəyişdiniz fikirlərinizi. Lazım deyil. Təsəvvür Sizin mən edin. özüm Nədən sizin o sonra- yayınızda olmuşam şəxsən. Siz müsafirə çıxmışdınız və sizə dedilər Aha. ki, bax bunu şəxsən mən dedim ki, ay xanım, sən bu dəqiqə bundan istifadə edirsən, o da qayıtdı padruqamdır da, qoy o bu eləyincə bu eləsin. Sən qayıtdın, xeyr, mən bu insanı həqiqətən istəyirəm və buna ürəkdən Bəli, yanıram. çox istəmişdim. Ay, sağ ol, çox istədim. Dəqiqə, Görün, ay, Valla Xanımlar, istəmişdim, axşamınız istəmişdim sözü o Bir deməkdir ki, dəqiqə, hər ay vaxt xanım. nasıl? dalınca Bir da dəqiqə. danışmamalısan. Ne Bu uje xanım indi? kimdir? Qulaq as görüm, sən deyirlər ki, Aleyna bilmirdi şeyi, hədiyyatı. Sən deyirsən, yox, xeyr bilirdi. Nəyi bilirdinmi? Kimi? Yo, Hə, Aleyna deyirlər sənə ki, demir, Vəfanı deyir, sənə demir. Yox, xeyr Vəfa dedi. bilirdi ki, mən Bilirsiniz. atırdı hədiyyəni, nə edirdi, necə edirdi, hər şeyi də bilirdi. Kim bilirdi? Mən özümdən Yox, danışıram. Sual verdim, Vəfa düzdür. Mən bilirdi. sual verdim. Və ya Vəfayı demirəm, onları çıxıbdır, demirəm. adı nədir, oğlanın adı nədir, mebel ustasının adı nədir? İman. İman Salam çıxıbdı Aleyna qayıdır xanım, deyir ki, ay yaxşı ki tut, ay İman səni məcbur evinə dartıb gətirməmişdi. Gəlmişdin bir dənə polkanı düzəltməyə çıxıb gedərdin. Sonra deyirsən ki, mənim xəbərim yoxdur, məni allatdı ki, pul İndi verdim. siz O da kimə kimə dəşət danışırsan edirsiniz? buna Mənə halı? maraqlıdır. Nətər bir dəqiqə usta gedir, usta bir gün də nə bilsin, usta gedir bir gün, Ay iki gün. salda yaxşı, bildi ki, düzəltdi, Hardan bildi bilsin? ki, fırıldaqdı da, fırıldaqdı. Hardan Sonra 200 manat ya 300 manat almışdı borc, düzdür? Həmin vaxtda da Vəfa onun saçını düzəltirdi. Yayında çıxdı, dirəşdi ki, bu dəqiqə at. İman da dedi ki, sabah atacağım, mənə pul atacaq. Akas sən neçə vaxt idi fırladırdı. Sən bir Qol-qol yerdə, deyərdi sən ki, və bir şeyə, yerdə, ay Müjgana xanım, deyərdi ki, sən- ay Müjgan, sənə 3000 yığmışam, 300 vermisən mi? 2700 qalıb. Ay sağ ol. Bu xanım Yox, burada gəlmir. bilirsiniz nə edir qızlar? Bu düz deyir o vaxtda. Deyir ki, yəni mən də dedim, mənim acığımı atırdılar. Mən onların gözünü açdım, millətin gözünü açdım. Bu insanlar inanmadı, qıcığa atdılar pul. Qıcığa onu qabağa verməyə çalışdı. Bu xanım da onu deyir ki, yəni mən bilmirdim valla. Mən Gürcüstanlıyam, amma vəfasıdır, merisidir, Hamısı da bilirdi. Bir hamısı aya da insan bilə eləyirdi. Düz Gün deyir günü- də. Aliyana Gün gün xanım, mən sizdən oturmuşam, sonra moderatıram. bilmişəm. Moderatıram, ancaq söyüşləri bloklayıramsa, biz çıxmasın. 2 nəfər burada qəşəng söyülür. Biri odur, biri də bir dənəsi var, nəsə pul dilənə odur. Necə yəni bilmirəm? Sən bunu Düz necə deyir, bilməyə Nəyi bilərsən? bilmirəm. O var da ki, nəyi bilib, nəyi bilməyib. Vəfa, Mənim Vəfa, bax da belə Vəfa, danışaq, bir dəfə Vəfa. Mən bloklayıram, gəlib Ay yazırlar ki, Vəfa. aferistdir.
atan Aha. şimdi falandı filandı. Səndən qabaqki da sənin direktivə yazır ki, mənə belə atdı, belə elədi, belə elədi. Adicə bu indi dostluğunuz, qardaşlıq elədiyiniz İman. İman qışqıra-qışqıra qalmışdı. Sən gördün ki, İmana 3000 atıbdı da. Bu adam loxladı. Allah da ki səni reklam. İman da tupoydu. Adama gedərlər, verərlər məhkəməyə. Deyərlər ki, demirsən bunu reklam üçün vermişəm. Mənim reklamım niyə sən səhifəndə dayanmır? Niyə dayanmır? Ay xanım, də olar bir söz deyim qızlar. Valla mən belə baxıram ki, Müjgan da çıxanda qeyb əlini ayağını öpəcəklər onun. Mənə qınamayız. Valla əlbəttə reklam qalxacaq, partlayacaq birdən-birə səhifəsi. 1000 adımı var onun. Amma qalxacaq nə boyda olacaq? Tamam, Kimsizə Şafa deyil. xanım. Mən Müjganda heç bir günah görmürəm. Olar mən bir dənə Baxır söz deyim kim üçün qızlar. ya, Bir dəqiqə xanım? olar bir dənə söz deyim. Vəfa bilirsən nə deyirik biz? Yəni biz demək istəyirik ki, Müjgan bizim düşmənimiz deyil ya da ona timsalında olan buradakı bəzi qadınlar da bizim düşmənlərimiz deyil. Prosta sizin bax sən desən ki mən onu bilmirdim və səninlə mənim şəxsi qərəzliyim yoxdur ya. Prosta sizin o bəzi yalandan demək sözləriniz var. Bax məsələn məsələn deyəndə ki denən ki, bax, bir dəqiqə, reklamı user tutmuşlar. onlar xahiş edirəm. Onlar mənə sözümü deyim. Bax məsələn sizə deyəndə ki məsələn Əli adında usta deyirsən ki mənə diş həkimi lazımdır. Maraqlanırsınız ondan ondan maraqlanırsınız diş həkiminin. Dərzi lazım, dərzinə maraqlanırsınız ondan bundan. Yəni sən bu qaynağı ona eləyəndə sən bir maraqlanmırsan ki, görün bu insan bəlkə nə insandır. Bəlkə bu bitdi başdı, Hacım, bəlkə bu yağlı sənə bir başdı. şey deyim. Bəlkə bu Axşamınız xeyir, axşamınız xeyir xanımlar. məşğul olan insandır. Siz bəs mən maraq elə kör ana gəlsiniz. Niyə yaş gəlmir? Yox, sən o desinlər ki, Onlar mən bir Gəl kəlmə, deyədin, mən də gəl bir kəlmə əlini deyim. Reklam işləmək üçün onun haqqı. Onlar mən sözümü deyim axıra kimi Vəfoş. Aha, buyur, buyur aşkım. Bizim timsalımızda burada çox yayım açan qızlarımız var, saçı qaynalı. Niyə görə onlara demək amma gəldi ki, yaşı Müjgan deyirsən, sən Müjgan axı populyar adamdır da burada. Onun kayıtları həftə 9 yayımda TikTokda çıxır da, düzdür? Yəni necə mən onu tanımırdım, bilmirdim deyəndə, yaxşı tanımırdım, bilmirdin sən. Niyə görə indi Müjgana müraciət elədin? Gedib Əliyə müraciət eləmədin, Təfəyə müraciət eləmədin. Yadımdadır müraciət Samira. eləmək, buna gətiriblər. Buna gətiriblər Samira, onu biz tanış edirlər. canlılara qoşulurduq. Niyəligilin Tanış canlısına eləyiblər. qoşulurduq. Yadındadır bu şeylər. Aha, həri. O canlılara qoşulanda mən bu qıza pretenziyam yoxdur. Bir balaca xoşum da gəlir hələ. Oturuşu, duruşu, yəni rəftarı xoşuma Danışığınızda gəlir. tərbiyəsi çox gözəldir. Mən onu hiss Bəli, edirəm. özünü sözünü bilən Ay, qızdır. çox sağ ol. Amma gözəlim, sən bilirdin kimə qoşulursan. Bax mən sənə Əlbəttə deyim, incimə. bilirdi, ay crazy. Çox Hamı xahiş bilirdi. edirəm, incimə. Biz canlılar açırdıq ora. 10 nəfərlərlə qadınlar qoşulurduq. Onun haqqında məlumat verirdik. Danışırdıq, eyni kəlmələr, eyni sözlər, eyni necə deyim, bunun hərəkətlərinə, rəftarlarına, yəni bildirirdik fikrimizi. Sən bunları eşidirdin, görürdün. Hətta Beni hətta belə- o Hələ kayıt da Yavaş-yavaş atırdılar ona. uzaqlaşmaq Crazy, istəyirəm. sorry. Hələ kayıt da atırdılar ki, bax lan kəs səndən danışır. Tıraq o səhifəni Əla, blok edirdilər. bəli. İndi ki, Ay, Vəfa, sağ olun. qadın Siz bunu hamımızda. eşidirdiniz Vəfa xanım, görürdünüz, bilirdiniz. Əlbəttə. Bax bunları bilə-bilə siz özünüz oda atırdınız. Bizim Crazy. bu qadınlardan, bizim bu qadınlara demək istədiyimiz o idi ki, özünüzü oda atmayın. Bu birinin başını mən də yandırır, sizə onu ikisinin deyirəm. başını yandırır. Üçüncü siz Ay, sağ olmayın. ol. Ya bir də Üçüncü siz bir olun. dənə söz deyim Bu olar. Aydın Bir Cəmaət dəqiqə. səhifəsi. Sən Müjganın o gün canlısında baya kayıt çıxmışdı qabağıma ki, sən onun orada tərifləyirdin. Sən indi Vəfa Ay blok bala, mən də edirdi, tərifləyirəm yazırsan. Müjganı. Ay Belə Vəfa, şeylə mən bir- Müjganı Vəfoş, tərifləyirəm. sən anlama ya. Məsələn, mən öz adıma Vəfa, deyirəm. incimə. Sən anlama ki, biz sənə təklif, burada yayımda bir dənə qız yazdı ki, biz Vəfanı niyə təkləmirik ki, Yox, Vəfanı. estağfurullah, mən hər kəsdən- Yox, Vəfanın hər kəs oturuşudur, özünü duruşudur, ifadə edə biləcək danışıq tərzidir yayımda özünü aparmağıdır. Vəfa. Mən onu alqışlayıram. Mən Yox, çox çox sağ kulturlu, ol. mədənicəsinə eləyir, hərəkət Bəli. eləyir yayımda. Mədəni xanımdır, Amma tərbiyəli Vəfa, xanımdır, yadıma əxlaqlı, düşürsə, amma Yuzi. əməlindən danışır. User. Əməlindən. Vəfa, yadıma Bir düşürsə qələt çox söz keçmiş bir eləmişik. zamanda deyil. Dekabrda, yəni mən Ilduzədən də xoşum Ay gəlir. qızlar. Amma haqq User imkan verəcəksən danışaq. Qurban sənə. Ben çıxıram bir dəqiqə Samiş bir dəqiqə mən çıxıram. Burada mən bir söz deyim ki, Vəfanın üstünə düşməyə ehtiyac yoxdur. Düşək ki, burada yazanlar, danışanlar. Gəlin belə bir Canım. sual verim də sizə. Hamınız xanımlarsınız. Sizin real həyatda öz padruqanız tərəfindən yaxşılıq eləyirsiniz, öz bacınız tərəfindən udar almayıbsınızmı? Hə? Ay, Yaxşılıq eləyəndə pisliyini Alena, Alena kimi də ayrı ay, aralaşmışıq da, Alena. Alena, bax Alena, mən Alena,
Padruqanı Bir mən tanıb, bax bir dəqiqə gözlə, real həyat başqadır, sosial şəbəkə başqadır. Sosial şəbəkədə biz bir gün ərzində 1K insana danışanda, real həyatda biz 1K insanı heç həyatımıza, heç 10 illərlə 1K həyatımıza sala bilmərik real həyatda. Yəni demək istəyirəm ki, sosial şəbəkədə insanı tanımaq daha rahatdır. Kim real həyatda? Və Fatma bir dənə sual verəcəm bacı. Əgər vəfa Arzu nədir Arzu, mən Allah kömək olsun. Əgər sən Müjganla barışıbsansa ya da mən onu görəm vəfa, mən o vaxt da demişəm, Quran haqqı heç kim inciməsin də məndən. Yəni Ay Alena, Alena, bir dəqiqə söz deyim. Bitsə də bunu deyim sonra çox üzr istəyirəm. Əzizləriniz dursun sözlərinizin üstündə. Baxın, mənə bir dənə kayıt gəldi. İtimlə şəklimi göstərmişdi Alena xanım. Dediniz çox gözəl xanımdır Vəfa xanım. Çox gözəl xanımsınız ama Allah sahibinə bağışlasın. Ama bax ha bundan sonra məndən incimə əgər onun yanında dursan. Ay sağ ol. O söhbətdən sonra oldu. Düzdür bu şeylər? Düzdür. İndi burada ay sağ ol. Mən sizin mərdliyinizi gördüm, mən baxdım. Mən özüm də siz xasiyyətdə, yaxın xasiyyətdə bir insanam. Mən baxdım yayınınıza falan biraz başa düşdüm ki bu necə insandır. Yaxşı. İndi bir dənə mən sual verim. Burada belə bir şeylər yazırlar ki, bu güya mən barışıbmışam, güya ad günə gedibmişəm. Siz mənim haqqıma niyə girirsiniz ki? Hansı ad gündə olub? Bir dənə söz deyim. Alena deyir ki, barışma, danışma, neynəmə. Amma gəlin belə danışaq da. Siz bir dənə söz deyim, barışa da bilərsiniz. Sabah Alena da barışa bilər, sabah Samirə də danışır. Bir dəqiqə burada. Mən barışmağım mümkün deyil. İcazə ver. Xanım, bilirsiniz söhbət nədən gedir? Mən əslində Müjgan sizlə barışsa ona lap da nifrətim artar. Var ha, amma daha. Çünki siz bilirsiniz tanımadım başqadır, tanımadım tamam. Və sonra eşitdim ki bu belə insanda çəkildim başqadır. Sonra üstəlik onu harda gördüm linçlədim, bu pistir. Mən əksinə Müjganın xasiyyətidir. Bir dəqiqə. Müjganın xasiyyətidir ki, hamını istifadə edir, atır. Bu bunun belə deyək də lox iyi bilməlidir. Sadəcə mən indi bir şey deyim, çox üzr istəyirəm. Bir şey deyim. Mən hansı qızları deyə bilmərəm. Qulağıma burada eşidirik də, çox şey eşidirik ki, gəh deyirlər falan kəs barışdı, bəyəman kəs barışdı, altdan görüşdülər, neylədir? Amma mən Vəfanın təmkinlə, abır-haya ilə aralaşdığını gördüm. Mən onun haqqında eşitmədim. Çox sağ olun. Ona görə zəngə qaldıranda mən heç kəs məndən gözləməsin ki, mən onun haqqında pis. Bax, Alena. Onlar icazə verin, mən danışım. Yəni, ona görə mən zəngə qaldırmağı xoşlamam, ağız deyəni qulaq eşitmir. Bax, Vəfa, yəni mən Arzudan xoşum gəlmir. Mən Arzunu dəstəkləmirəm. Amma ki, haqqı deməyi çox xoşlayıram mən. Bax, məsələn üçün, Arzunun bir dənə Spoçka kolye almışdı özünə. Adı nədir o firmanın? Celine Dion idi, neydi adı? Christian Dior. Ad günündə yığışdınız bir dənə prosto, bir dənə komplekt aldınız Müjgana və Müjgan yayımda oturdu, Arzunun acığına dedi ki, mən də bu Christian Dior'u aldım. Yəni, ən azından hamımız xanımıq da, düzdür? Yəni, ən azından sən Vəfa, əgər özvə dərrəkalı, ağıllı qadın deyirsənsə, düzdür? Məsələn, Müjgan deyəndə ki, bunu mən deyəcəm, sən almısan mənə qızıl. Məsələn, mən deyərdim ki, yox, Müjgan lazım deyil ona demək. Elə deyən ki, prosto şeydir, ya da bunu taxma, ayıbdır. Ucu cəmaat deyəcək, sən bunu Arzunun acığına elirsən. Yəni, bilirsiniz mən nə deməkdir? Yəni, siz Müjganın yanında olan insanlar bugünə kimi özünüzü ağıllı deyirsiniz, amma ağılsızın yanında olub ağılsız hərəkətlər eləmişsiniz. Yəni, mən Müjganın yanında bir insanı görmədim ki, ona düzgün yol göstərsin, düzgün yol bildirsin, hərəkətində tərbiyələndirmə mən sizə görməm. O sizin tərbiyənizi pozdu ki, siz onun tərbiyəsini düzəltmədiniz. Bax, mən ləzzət eləyəm odur. Düzdür, mən də bax, Müjganın yayımına girirəm, mən Müjgana salam vermirəm, belə oturam, girəm yayımda, belə də murtdaşıram oyla. Amma mən Müjganı nə stolumun ətrafında otuzduram, nə Müjgana mən Allahın belə cırılmış tumanını verərəm giyməyə, nə Müjgana Allahın işlənmiş pambığımı verərəm, mən Müjgana günahımı vermərəm. Yəni, özünü hörmət edən qadın, bir dəqiqə Vəfuş, özünü hörmət edən qadın, özü müstəqil sayan qadın, halal pulunu qazanan qadın heç vaxt harama pul xərcləməz.
Heç vaxt harama pul xərcləməz və xoş. Yəni demək istəyirəm ki, siz özünüzə tərbiyəli, əxlaqlı, yerini bilən, təmkinli qadınlar deyirsiniz, amma özünüzü onun kimi ağılsız kimi aparmısınız. Ad gününə getdiniz, Olur da oturdunuz, oyuna birləşdiniz, yalandan Christian Dior'un Подыграли ей на руку. Как это будет Christian Dior'un deyərlər, giydirməsini verdiniz ki, acıq verir Arzuya. Qadınsınız da, niyə görə icazə verdiniz ki, o acıq versin Arzuya? Arzunun boynundakı qızıl idi, onun boynundakı prostoydu. Siz sizin aravuz deyəndən sonra, cümləmi qutarmaq istəyirəm. Sonra sizin aravuz deyəndən sonra bacı, Müjgan götürdü ortalığa qoydu ki, ona verdiyi çipoçka da heç qızıl deyildi, prostoydu akazlıqsa. Görün səni pis vəziyyətdə qoydu. Gəl belə deyim. Bayaq Alena xanım bir söz işlətdi, çox xoşuma gəldi. Dedi ki, onun elə özünü tanıtmağı üçün atırdılar hədiyyələri, pulları filan. Ay sağ ol. O sepi ona taxılanda mən onu onsuz da bilirdim ki, o çıxıb canlı yayında o özünü biabır eləyəcək. O onsuz da, o onun fikri idi və o özü də özünü ifadə eləməyi bacardı. Düzdürmü? Bir insan əgər özü nədirsə, onu göstərəcək şəkildə həyatını yaşayırsa, məncə ona heç kəs mane olmalı deyil. Yaxşı, Vəfa. Vəfa, sən onu deyə bilərdin ki, bacı, mənim adımı deməkdir, oradakı başımızın adını deyər. Yox, bilirsən burada nə çıxır, Vəfa? Ay Vəfa, əgər sənin Alena şəkilləri şantaja başlamasaydı, sən hələ də bu cəmaata papaq tikirdin ondan bir yerdə. Xeyr. Ay xanım, necə xeyr? Sizə göstərəndən sonra onu, o vaxtda kimi heç nə eləmədi. O birinci məni şantaj eləmədi, o mənə müraciət elədi, o şantaj deyil idi, o müraciət idi ki, Vəfa. Sizi bax, siz dedi ki, bax, Müjgan çıxdı, nə dedi yayında? Dedi, siz Alena'nın şantajından sonra mənim saçımı düzəltmirsən, mən sənə arxayına, sən qrupda başladı ha, yayılmaqlar zadlar, qrupu çıxdı, alqaş başladı danışmağa. O nə deyə bilər, nə deyirdisin? Mənim gördüyüm, özüm üçün bildiyim nədir? Mənə Alena xanım oradan müraciət eləyib ki, Vəfa, bax ha, pis qız deyilsən, görürəm səni. Yəni, o müraciətin adı təhdiddir. Xanım, o müraciətin adı təhdiddir, sənə dəymirəm, özünü yaxşı apardım. Yox, mənim məqsədim müraciət bilirsən nədir? Müraciət bilirsən nədir? Mən sizdən nəsə danışıram, mənə yazır ki, WhatsApp-ma, xahiş edirəm, artıq dəcə, qıza üstünə getmə, xahiş edirəm. Amma biri də var ki, mənə şəklimi atır və deyir ki, yaxşı qızsan, istəmərəm ki, səni mən incitəm. Bunun adı artıq sənə yerimi göstərməkdir. Sən seçil. O onda deməkdir ki, sən baxırsan ki, bu insan sənə deyir ki, birdən-birə atmadı ki, mən ortaya, düzdür? Xanım, səni danışırdılar. Səni danışırlar. Prosta sadəcə hələ belə deyək də yüksək maştabda danışmırdılar. Sən nədən danışırsan? Mən yayına girməmişəm, mənə kayıt gəlib. Mən yayına ümumiyyətcə baxmamışam. Aycan. Köməyə canınız bir bala. Mən öz şəxsi subyektiv fikrimi deyəcəm. Müjgana köməyə, Müjgana reklama, Müjgana dəstək verməyə qalanda mənə elə gəlir ki, son günlər onu bu sibrizlərə göndərib, efirdə siqaretlə, içki ilə oturub, əxlaqsızlığı təbliğ etmələrə dəstək olan insanlar məncə müzakirə olunmalıdır. Burada bir dənə tək ona dəstək olan Vəfa olmayıb. Vəfa indi bir səhvdir eləyib, gedib ona dəstək olub, gedib onun saçını, nə bilim, qaynaq elətdirib. Bu normal bir şeydir. Amma bugünkü gün, bax, Monikadır, Amerikanski bacıdır, hansı ki son ərəfələrdən söhbət gedir, əxlaqsızlığın təbliği ilə bağlı baş verənlər, onu kupanik alıb verənlərdir ki, get yarı çılpaq suya atdan. Bugünkü gün bizim kütlə, bizi izləyənlər hamısı ağlı başında, normal oturuşmuş bir xanımlar deyil də, cavanlar da var, cavan uşaqlarımız da var. Düzdürmü? Düşmüşük Vəfanın xanımın üstəki, Vəfa sən ona saç yığmısan, düz deyə mən də qınayıram. Mən dünən yayımında da dedim ki, Vəfa xanım elə olmazsa gedib Ləmanın saçına yığsaydı. Gözəlim, mən çox tiktokerin saçını yığmışam, müğənninin yığmışam, çoxunu yığmışam. Demək istədiyimiz odur ki, səviyyəlisinin saçını yığ da, bunun yox da. Ay bala, puluyla yığsın, lap belə axırıncı yoldakını yığsın. Amma, bir dənə söz deyim, işimlə əməlimi qarışdırmaq, şəxsiyyətlə mənim işimi qarışdırmaq bu başqa şeydir. Mən manipulə edən insanlar var. Sən özünü o qədər şirin satır ki, sən deyirsən ilah nə yaxşı insan. Sata bilərik. Səndən qabaq günü bu Bəs bu qədər vaxtda biz nə edemirik onu?
Sən kimi biz səndən də nə Sən qədər elə vaxt də qabaq saf onu qadın izləyirik. deyilsən, ay Vəfa xanım, sən elə saf qadın Biz niyə aldanmadıq? Mən sən Allah'ım. Oluram ki, yox. Hep çok sadəcə tanıdık olaraq etdi də, yəni deyiləm. sən biri var ki, mən bunu bilmədən elədim. Hə, 2 gün tanımamışam, bunu görməmişəm. İrad sabahlar mənə gətirirlər, bunu tanış eləyirlər, sən özün dediyin kimi. Tanış olurum, baxıram ki, bu insan TikTokerdə 1000 dənə yayınında 1000 adam, Boya xanım qəşəng söz dedi ki, 1000 nəfəri bir yerə toplayar. Hə, 1000 adamı var. Mən baxıram ki, bunun 5 dənə moderatoru var. Tak katarak blokluyor. Yazı nə qədər də sən bloklasan, biri ola bilər Ay gözündən bacım, mən onun canlısında oturmamışam axı Necə pastayana. oturmamısan sən müsafirdə Məni- bütün günü yayınlarda Bəs onda hardan restoranlara tanıyırdın? dartırdın şəhərdə. Müsafidə Ay bu 5-10 dəqiqəlik girib çıxan insanam mən. Nə Anam danışırsınız? xeyir, Belə bir şey yox. siz ondan saatlarla onun müsafirinə qalxırdı. Saçımı yığanda başa düşürəm reklam. Bunu şey eləmə. Mən sənə Restorana onu deyirəm aparırdın ki, içəri şəhərə. Şəkillər çəkirdin. Ay, Sonra sağ ol. bir dənə şəkil belivə tullanır. Sən onun belinə tullansan. Necə yəni bir Ay, saat Ay, sonra Yuzi, gələcəksən? siz mehriban Ay, xanımsınız. bəy, Ay, Yuzi, Yuzi. Bir dəqiqə məni dinləyin qızlar. Qulaq asın. Mehriban xanımı xatırlayırsınız da, onun ağza diş qoyanı. Saçı boş verin, ne diş qoyanı. Aha. Çox xanım Mehriban xanım necə uzaqlaşdı? Bir dənə onu yada salın da. Mehriban xanım diş qoymuşdu da, ona saç heç nədir. Onu diş qoymuşdu. Mehriban xanıma bir dəfə səsləndi, bircə dəfə də uzaqlaşdı və onun gerçək üzünü gördü Müjganın. Mehriban xanım kimi siz hansı biriniz saçdı, çıxardısa taxlamı diş ömürlükdür. Diş qoymuş da yox xanım, Mehriban xanım. Onun dəyərini bilmədi. Arzu Özünə hörmət elədi o xanım. Hadisə. Və sən nə Vəfa, sən kimsən, Meri kimdir, o birisi kimdir, bu birisi kimdir ki, ya da nə idi qızın adı, Fəriş, dırnaq qoyan. Siz onların yanında heç kimsiniz, yəni yeri gələndə neyinibsiz, saç qoyubsun, amma onlar diş qoyub, biri diş qoyub, biri moda örgədir. 7000 deyə 7000. Onların bile qədrini bilməyib bu insan. Gözünüzü açın da artıq, gözünüzü açın. Yox, bu ona görə bilirsən, Vəfa, bax yenə deyirəm ki, günahı etmək başqadır, günah yoxa belə deyə də əməli etmək başqadır. Onu dərk edib demək ki, həm eləmişəm, bunun üçün eləmişəm. Bunun özü belə Yaxdan insan. deyirəm, eləmişəm deyirsən. Deyirsən ki, eləmişəm, buna görə eləyirdim. Və belə şey olmasa da eləyəm. Amma bir də var ki, deyirsən, yox, bilməmişəm, tanımamışam. Uşaq bu söz mənim qulağıma girdi. İnsan gərək bir dəfə nəyisə, 5 dəfə elədiyini bir dəfə deyəndə ki, eləmirəm. Çıxıb o səni yıxıb sürüyürsə, onda bilirsən da, dərk eləyirsən. Bəs mən nə deyirəm bayaqdan? Vaxt var idi, mən onunla dalaşanda, onu sürüyəndə Vəfadır, ondan sonra Həmiddir, ondan sonra Pəriş idi, ondan sonra Neylisi idi. Hamısı bir kuruq ona dəstək olurdu. Buradakılar desin ki, Aleyna yalan deyir. Hamınız ona dəstək olurdunuz, deyirdiniz ki, Aleyna şantaj eləyir, Aleyna Müjgana şər atır, düzdür, deyirdiniz bacı. Nə oldu? Bax, gələk yaşayasınız mı bunu? Ondan sonra mı gözünüz? Yaşadıq gördük. Yaşamayın da, yaşamayanlara deyirəm ki, yaşamadan bunu eləyin, yaşaya eləməyin. Aleyna, Yaşamadan gözünüzü insanlar, bayaqlar Samirə xanım qəşəng bir sözü dedi ki, insanlar bu dəqiqə o qədər görüntüyə, pokazuxaya yol verirlər ki, istəyirlər ki, başa düşürsən, o bunların evini yıxır, başa düşürsən. Məsələn, mən kimsə axmaq deyil. Valla düz deyirəm. Ya mən ölürəm, keçərəm məsələn, görərəm Samirədir, Samirəyə məsələn nəsə ataram, ürək sözü xoşuma gəlir, lap belə biraz böyük ataram. O birisinə keçərəm, atarım. Amma mən görsəm ki, bunun kayıtları qabağıma çıxır, loxumsan. O insana heç nə eləmək. Çıxdı dedi də, dedi loxdular. Amma bizim bacım qızlar, Müjgan neyinibsə, ona əl tutan insanlara əcəb eləyib, düz eləyib. Bəli. Bundan sonra eləcək, düz eləyəcək. Samirə, mən onu deyirəm ki, mən Müjganda günah görmürəm. Müjganın Ağılları olsun. Bir də bilirsiniz nə mənə maraqlıdır? Mənə maraqlıdır ki, bugünə kimi özləri, yəni mən məsələn ətrafımda mənim bir padruqam olsa, düzgün hərəkət eləmirsə, mən deyirəm ki, məsələn Müjgan, Allah İraq eləsin, mənim padruqam olsa, mən məsələn Şafa mənim padruqamdır da, mən Şafa edim ki, Şafa filan sözü istifadə eləmər. Məsələn mən patskaska edirəm Şafaya, WhatsApp'daki Şafa bu sözü demə. Şafa anlayırdı və o sözü demirdi məsələn üçün. Amma siz deyirsiniz, iki də dediniz, əgər sizin sözünüzü saymadısa və bu insana uzaqlaşmaq lazımdır, bildiniz? Yəni bu kimi... Mən də sakit uzaqlaşmışam. Yox, sakitcə, Vəfuş, gəl necə deyək, yalandan deməyək, sakitcə uzaqlaşmışam, davan uzaqlaşmışam.
Siz qırğın dava ilə O uzaqlaşdınız. elədi, qırğın Yəni biz dava. nə söhbət Mən çıxdı? girişmədim Bir dəqiqə dayan. söhbətə. Yəni bir dəqiqə dayan. Hamımızın yaddaşındadır. Müjgan dedi ki, Vəfa sən kimsən ki, mənim qrupum mən səhər-səhər ayrılmışam. Ay, sağ ol. Görürəm ki, qrupumda mən danışdığım söhbəti simpozium eləmisən və ona görə mən sənə qrupdan ayırıram. Buna görə davamız oldu da. Sən onun Elədir. vicdiyinə görə, abırsızlığına görə ayrılmadın ki ondan Vəfuş. O sənə qırdı. Sən onu qırmadın. Ay, O sən məni getdin qırmadı. başqa Mən şey dedim, elədin. mən yığmıram sənin saçını. Demədin Eləmirəm. sən demədin. Ay Yox. Vəfa, Ay, siz o bizim insan ata çıxdı diyaloğumuzu qrupda bilmirsiniz, dedi ki, Ulizer. Elə şey olmuyor. dedi mən sənə yazıram, sən cavab vermirsən. Mən sənə yazıram, sən demə. Sən günü sabaha da saxlayırdın sabah. Var ya kayıtlar var, bizim yadımızdan çıxa bilər. İstəyirsən girib Hayatım, bu kayda dəqiqə yazıb ehtiyac yoxdur, Vəfa mən ilə yaddaşımdan Müjganın davası takma çıxacaq. Sənə deyib User ondan qabaq. Ay User ondan qabaq. O dedi ki, bəs Vəfa Elçin çox sağ ol. Hə, Vəfa adı nədir? Bəs TikTok qrupu idi, yox Telegram qrupu idi, bilmirəm hansı qrupumuzda. Sən orada onun danışdığı söhbəti sən orada açmısan, çözmüsən, konsilum eləmisən və bunu bilib ona görə səni qırır. Bildin? Ona görə Müjgan sənə qırğına çıxdı da. Elçin bəy, Mən heç nə təşəkkür edirəm. danışmamışam axı. Məndə heç qrup yazışmaları belə silinməyib. Mən orada demişəm ki, əgər sən belə çıxır ki, Elçin, sağ ol. görürsən ki, sən Ya, bütün sakit. ətrafın söyülür və yaxud da nəsə deyilir. Sən əgər illa da dirəşirsənsə ki, yox bu dəqiqə mənim saçım yığılmalıdır, cəhənnəm sən söyləsən. Deməli belə çıxır ki, sənin heç vecinə də deyilik və belə çıxır ki, biz sənin gözündə dost deyilik. Sadəcə olaraq beləcə Olasın. Bəyəxləri Amma Hacizadə mən dost olsaydım, bir dəqiqə Alena. deyil. Alena bir dəqiqə üzr istəyirəm. Bax, mən Müjgana da deyirəm, səni də. Sən deyirsən də bizi söylür. Mən əgər dost olsaydım və bu günlərim Alenanı bütün TikTok söysəydi, Allah şahidimdir ki, Alena ilə düz axıra kimi çəkərdim. Tüpürərdim Alenanın da şəkil atmağına, Yox. şapaya da, o birisinə, bu birisinə. Mən belə bir insanam. Yo, o halda yox. O halda yox. Mən dost Sən bilirsən, ona görə boynuma al ki, mən də öz aləmində onu istifadə Həmişə edirdim. yanında durmuşam. Gözəl Ay danışırsınız, mən xanım, də sən danışıram. onu siz də deməlisən qulaq ki, mən də onu istifadə edirdim. Yox. Bu sözün Mən sən düzüdür. deyirəm də qulaq as, mən nə deyirəm? Mən uşaqlıqdan həmişə dışlanmış uşaqların yanında durmuşam ki, onu hamı Ay istəyir. baba, Əgər- qulaq as. Yatla kimi dayanmadın, həmin vaxt Bir dəqiqə. Yaxşı da sən özünə dəqiqə. bəhanə qazanmadın gözəl. Bir dəqiqə qulaq Bəhanə asın. Ay gətirsin Vəfa, özünə. bir dəqiqə səsinizi bağlayın. Vəfa, Buyur, sənə bir dışlanmış. sual verirəm. Bir dəqiqə qulaq asın uşaqlar, səsinizi bağlayın, xahiş edirəm. Vəfa ilə bir də danışım. Ay Vəfa xanım, deyirsən ki, dışlanmış uşaqlar olmuşam, nə bilim olmuşam, ona görə yanında olmuşam. Sən bu dışlanmış dediyin, başında əş süzən, ağzında sosqa, targovidə gəzərsən, ya da gəzənə necə baxırsan? Yox. Bəs, yaxşı, dombalı Astıb gələn adamdan nə Qoy bir dışlanmış. dəqiqə də Şəfa, qoy bir dəqiqə mən buna sual verim. Bəs sənin Mən sözünü deyim də, mən də bayaqdan Hətta danışıram da hələ o danışır, bitirib sən danışır, qoy mən bitirib səsini bağlayacağam. Qoy mənə bir dənə sual verin. bayaqdan. Deyirəm ki, ay Vəfa, sənin maddi marağın nə idi ki, sən Müjganla hoqqa verirdin? Nə idi maddi marağın? Mənim reklamımı eləyirdi Alena, mənim reklamımı eləyirdi. Reklam, bir dəqiqə, reklamın içinə sıçdı. Dedi sənin saçın içinə sıçıb, sənin saçın dedi lifti, lif. Hə. Sıçım dedi sənin saçın içinə, sənin saçın reklamı nə oldu? Yerindən göylə bir. Yəni ki, bundan sonra mütçülü kimilərlə saç reklamı elətmə. Yəni biraz özünə, biraz işinə hörmət qoy, bir də xanımlığına öpürəm. Bəli. Alena xeyri yoxdur. Alena xeyri yoxdur. Bax bu dəqiqə Georgiesdir nədir? Odur onun yanında. Bu dəqiqə onun yanında o kim nədir o qızların adı? O modlarıdır. Onlar bax bu qədər hadisələri görmürlər. Onlarda ay qız, onlarda vaxt gələcək, eyni Vəfa kimi, Mehri kimi, Mehriban kimi ağlar qalacaqlar. Vaxt hamısı sırayla da sırayla hamısı bir yerdə olmur. Hamısının vaxtı var. Önəmlisi odur ki, birinə lazım deyil ki, dışlanıbdır, ya neyinibdir. Normalno, o onsuz da öz yolunu bu cür tutmuşdu. Və bunu bayaqlarım o oğlan nədir? Mebelşik. Mebelşik yayınında dedi ki, mən tutturdum. Xeyr, bunu yadınızda saxlayın. Bütün bizim elədiklərimiz boşdur. Bircə dənə Sevinç xanım, çünki ciddi bir blogerdir. Müraciət eləməklə gördünüzmü nələr elədi?
So, Mən yenə də deyirəm, mən düşmənimin də pisinə sevinən insan deyiləm. Sadəcə yox, olaraq xeyr, mən niyə əksinə mən sevinirəm. Bilirsən niyə? Çünki ən azından cəmiyyət üçün mən o insanın axır vaxtlar yayınlarına girirdim. O bəlkə əslində səhv ağıllana ziyan buraxmırdı. vurmuyor Bir bizim dəqiqə, kimi ay insanlara. Vəfa xanım. Əslində axır vaxtlar o söyüşü belə o qədər qəşəng söyürdü ki, çıxdır bayıra. Davay, getdir Hə, bayıra. cırdır burada. Dırdırdın bayıra. Yəni bunun özü hamısı söyüşdü. O kateqoriki səhv buraxmırdı. Deyirdi ki, mən düppədüzəm və mən həqiqətən onun yayınında otururdum saatlarla ki, bir dənə bu səhv buraxsın. Qəti bu insan həm sosial medianı düşünürdü. Не только вы. Şeyi düşün. На самом деле она Təksiri. настолько умная stala. Bütün belə şeyləri fikirləşərək sözün də derdi, cavabını da verirdi. Amma gör onu necə bir dənə Sevinç xanımın qəşəng nazirə müraciəti onu şap belədi vurdu yerə. Tutardı getdi. Ona görə az eləmək, saz eləmək lazım. Ay iman, sənin başın üçün döldü onu tutturmaq, şər atmaq, falan eləmək. İndi də sənin yanmağın onun üçündür ki, o səni loxlaya bildi. Həmçinin də buradakıların o kimləri loxluyubsa, ondan gediblərsə, danışıblarsa, onlar sizi loxluyublar ay qızlar. Bunu qəbullanın və deyin ki, mən onun loxu olmuşam. Mən onu istifadə edə bilməmişəm. O məni istifadə edib. Mən girirəm o Şey, meytin Yusuf, mən yanına. belə düşünürəm ki, burada əli ayağı olan, işləmə qabiliyyəti olan insanlara pul atmasınlar. Onu biz indi eləyə bilmərik. Bax bir dənə söz deyim. Sən örgədim işdə, o boyda tələbə yola salmışam, hamısı da işləyir, ayaq üstə. Yox, o bilirsiniz nədir? Bilirsən, ekranda oturub siqaret çəkə bilirlər, ekranda oturub elə araq içə bilirlər, viski içə bilirlər, öz kayıflarını yaşaya bilirlər. Amma işləməyə gələndə deyirlər ki, Sarışın, nə buradan bileyim, avtobus sarışın. getmir, buradan taksi getmir, Hani nə bu bilim kimi nə, sizlər belələr. laflar da indi Yəni, bax, o bilirsiniz nə demək çıxsa- istəyirəm? Əgər siz yaxşılıq eləmək istəyirsinizsə, savab iş görmək istəyirsinizsə, burada o qədər tənha qadınlar var, burada o qədər xəstə uşağı olan qadınlar var, burada o qədər iflic olan insanlar var. Necə deyirlər, gözdən əlil, qulaqdan əlil, danışmaqdan əlil, əli ayağı əlil olan insanlar var. Gedin onlara köməklik eləyin də. İnanın burada müjgana pul atan insanlar bəlkə də həyatlarında, qohum əqrəbələrində xalasına, bibisinə, dayısı, qızına xəbəri olmayan insanlardır. Bəlkə də əmisi qız, əmisi, xalası, dayısı bunları toya çağıranda toya gedib 20 manat pul salırlar, amma gələn müjgana burada 30 manat pul salırlar. Atırlar kartlarına. Yəni belə insanlar və bilirsən vəfoş necə deməkdir? Allah Taala sənə bir bax içim sən qarışıq, mən qarışıq. Allah Taala bizə ruzi bərəkəti verir. Və biz bu ruzi bərəkəti səmərəli yerə istifadə eləməyəndə gedir nə bilim paltar alırıq, gedir kafeyə, gedir restorana. Bu pulu xərcləyəndə və mənasız insanlara pul atanda Allah Taala görür bunu ki, sən pulunu halal yerə xərcləmirsən, sən harama xərcləyirsən. İsraf eləyirsən. Hə, israfçılıq isə və ona görə Allah da sənə o ruzunu alır. Olmamışam. Samira, mən dəstəkçi olmamışam. Bunlar məni qarışdırırlar. Mən dəstəkçi olmamışam. Mən reklama çağırmışam. Sonra görmüşəm ki, maraqlıdır. Əşidə bir çətin bir həyatın içində bir kimsə gəlir sənin üzünü güldürür. Manipulə eləyir, deyirsən ki, "A, bu nə yaxşı insandır." Və yenə də deyirəm, mən 200 insan deyiləm. Nə var üzümdədir, nə var dilimdədir. Heç kəsdən də nə çəkinəcəyim, nə qorxacağım bir şey yoxdur. Sadəcə olaraq mənim işimi, sənətimi o qədər alçaltmağa çalışdı ki, şükür Allaha, mənim bu zaten işim elədi ki, var müştəri bazamda var, hamısı da var. Biraz artmaq istədim də, ona görə çağırdım ki, biraz nəsə Dəfa sənin olsun. qoyduğun Amma saçı, reklam işləmişəm. sənin qoyduğun saçı 4 ay başında gəzdirdi, dedi ki, pıtlaşır. Başına daraq Ay, çəkmirdi. Sənin qadan alın. Dedi Bax, pıtlaşır. görsən düz Qadadan deyirsən. uzaq ol. Bax, o boyda, o gəzdirdiyi saçı, təzədən məni yerə vurmağı, işimi. Allahdan mənə dedilər ki, bir dəfə eləmə, gör neynəyəcək. Bir dəfə eləmədim və o özünü göstərdi. Vəssalam. Və mən uzaqlaşdım. Kimisə də gəlib deməyə ki, barışmısınız, ad gündə sən də var idin, güya Fərişin ad günündə. Abala, nə yiyib, nə içirsiniz? Mən buyam, mən 2 dənə vəfa yoxdur, 1 dənə vəfa var. Bütün gündə canlıdayam mən. Çəkərdiniz kənardan, atardınız şeyə, kiməsə paylaşardı ki, vəfa orada olur. Ay xanımlar, Azərbaycan millətinin xeyirxahlığı hansısa, bax Samira bayaq çox düz dedi. Kupanikə pul yığmaqla ölçülməməlidir. Şüşdünüz? Gedib viskisinə, siqaretinə, içkisinə alınmağı ilə ölçülməməlidir. Ümumiyyətlə, Müjgan illərdir bu platformadadır.
İllərdir bu platformadadır. İllərdir də onun etdiyi əməllər hamısı göz qabağındadır. Başına tas qoyan da Müjgandır. Şafa xanım, başına məsəl üçün Ay deyirsiniz. Müjgan qaz buraxan. Bir dəqiqə icazə verin. Mən uşağımın atası sənin evindədir yəqin. Başa düşdün? Sənin aidiyyəti yoxdur. Kupanika pul verən. Bir dəqiqə Burada mənim Şafa, uşağımdan Müjganın söhbət qaz getmir. buraxanı, qulaq as mənə Şafa, bir dəqiqə gözlə. Müjganın qaz buraxanı, qulaq as mənə. Şəfiqənin pulu, Şəfiqənin əri olmasa da övladı yanındadır, atası olmasa da övladı yanındadır, övladına da baxır. Və dilənçiliyini də eləyirsə, əgər buna dilənçilik deyilsə, okey, dilənçiliyini də eləyirsə, övladlarına görə eləyir. O pulu övladının adına pulu yığıb, gedib Sibirdə xərcləmir. Amma Müjgan Ayşə, mən onu demək istəyirdim, bax Samira, mən də onu demək intellekt istəyirdim. deyə, mənim şəklimi düzəldib deyə, sizin kimi cahillərin başına aldadır. Siz doğrudan süni intellekt deyirsiniz. Amma ki, Müjgan da hamilə olub 14-15 yaşında uşağından, heç bir saçının telindən, bir dırnağından xəbərsiz olan Ay, Müjgandır. Şafa da Ay, uşaqlarını atıb anasının üstündə, gəlib TikTokda qıyvırsa, mən sənə razıyam, mən də Şafanı qınayaram. Amma ki, Şafa gəlin əxlaqsızlığı haqqına təbliğ danışalım. eləmir ki. Pis, yaxşıya səhvə deməyi bacarağım. Şafana düzgün eləmədiyi hərəkətlər mən Şafaya demişəm, Müjganın səhv olan hərəkətlər. Amma Şafa Müjgana yaşadığı həyatı yaşamır və işi qarışıq sizlərdə. Əriniz yanınızda olarlar, əliniz ayağınız düz olarlar, övladınız yanınızda olarlar. Siz abətdə gedib özünüzə sneakers alıb yemirsiniz ki, mənim uşağım evdə acdır, mən isə sneakerslə çay içə bilmərəm abətdə çayımı. Gəllə qoy çayımı içim. Amma Müjganın isə uşağı Gəncədə anasının üstündə ola-ola, Müjgan burada Sibrizlərdə gəzir. Niyə onu qınamırsınız ki? Qınayın da onu da. Onu da qınayın. Şafanı qınayırsınız, Müjganı da qınamağa bacarın da. Niyə düz sözü deməyi bacarmırsınız ki? Sinəsini açıb qoyub çöldü, Müjganı da bacarın. Yox, əlində pivə bakalı, damağında siqaret, sinədə yarım metr çöldə əxlaqsızlığı təbliğ eləmir ki, Şafa. Nə bir artıq əski hərəkət olub onun. Otur uşaqlar üçün bir-iki manat istəyir, günahdır. Mən uşaqlarımın yanındayam. Nə Müjgan kimi. Uşağımı anamın üstünə atıb, gəlib şəhərdə qıy vurmuram. Başa düşdünüz? Nə Müjgan kimi içib Azərbaycan xalqını təhqir eləmirəm. Mən sizə bir söz deyim. Şafayı mən neçə ildir tanıyıram. Qurana and olsun. Hələ qundaq idi, vığıllayırdı. Şafa harasa gedir, insandır da, yəni bütün gün evdə oturmayacaq ki, çıxacaq parkada, çıxacaq gəzməyəcək. Amma o uşaqlarsız heç bir yerə çıxmayıb. Ya bu sondan Yusifyanın doluvuları qucağında üçü bir yerdə uşaqları özündən aparıb. Da hara gedib uşaqları özündən aparıb. Yadına düşür, Şafa qundaq idi, soyuqda, qarda. Hara çıxırdı, Quranın da olsun aparırdı özündən. Allah, anası var da yericən anasını yanına qoya bilərdi. Amma özündən aparıb. Tutu, uşağımın atası sənin atondur. Adı uşağın atasını siz... Adı burada o qədər ay millət, ay cəmaət, ay çat. Qulaq asın mənə. TikTokda bəyəm atası uşaq doğan qızlar azdır burada. Mən deyən qızlar var ki, burada atası uşaq doğublar. Yəni siz nəyə qoyub? Şafanı qınıyırsa burada qınalansa o qədər nəncə insanlar, qadınlar var ki, Atasılar hardan bilirlər ki, atasız doğub? Atalılar hanı? Atalılar. Hardan bilirlər? Bax, hardan bilirsiniz ki, atasız doğub? Subutunuz var, hardan bilirsiniz? Göydən düşüb bu uşaq. Qurana and olsun deyirəm. Vallah billah çerez fabrikadan oradan doğmaq daha yaxşıdır ki, pis kişidən doğmaqdansa elə atasız uşaq doğmaq daha gözəldir. İnanın. Hardan bilirlər? Oradan onun bunun ağzından söz eşidirlər. Başlayırlar onu təkrar eləməyə. Göydən uşaq düşür. Hardan bilirsiniz az ki, yox atasız bu uşaq? Şafanın atası uşaq doğmağına söz deyirlər. Amma deyərlər Müjganın burada oturub pul yığıb, necə deyərlər, ananas yeməyindən, içki içməyindən, siqaret çəkməyindən. Siqaret çəkmək eyib deyil, içki içmək də eyib deyil. Amma hər şeyin öz tərzi var da, dəri var. Min yubka da ginəsən, şortski də ginəsən, belə açıq da giymək olar. Hər şeyin öz tərzi var da. Amma durub efirdə püf və püf, Qayanlar kinosu Nəsibə Zeynalova kimi püf və püf siqaret çəkirsənsə efirdə. Sonra deyirsən ki, o limonad idi, pivə deyildi, proza pivə bakalında veriblər limonadı. Kimə gəliş gəlsin? Cəmaat çörəyi ağzına yiyir, burnuna yemir. Ondan da savayı, mənim uşağımın 14 yaşı var, 15 yaşı var. Yalandan deyirsiniz ki, anam Türkiyədədir, Müjgan, buradan elə Müjgan izləyicilərinə deyirəm, işləyir, amma ana rayondadır, oturub bunun qızına baxır. Ondan danışın da.
Ondan danışın. Nöş danışmısınız? Deməli qarnının şəklinə qədər, hamiləlik bacı. şəklinə qədər, Çıxartdılar uşağının şəklinə ortaya. qədər qoyurlar. Deyir süni intellektdir. Süni Ay, gedin baba, onu nə demək Sen istəyirsən? burada Elini- bazı tanınmış insanlar kimi blogger olsaydı, senin de takibinde 500k adam olsaydı, sen de bahalı reklamlara geçseydin, sen de yayımda necə deyərlər, PK'lar elib pullar uçsaydın, sıralamaya düşsün, inan ki sənə deyərdi ki, səndən qeyrətli ana, səndən qeyrətli xanım yoxdur burada. Bildin? Prosta bizimkilər, bizim insanlar, yaxşılarından yenə də İrağa, bizimkilər insanın keyfiyyətinə yox, kəmiyyətə önəm verirlər. Əgər sənin takibin çoxdursa, sənin yayımında adamın çoxdur, deməli sən hörmətli adamsan. Yox, sən hörmətli adam olub, takibində adam azdırsa, deməli sən hörmətsiz insansan. Bildin? Bax, bunlar Baba biri yazır ki, bu gün Samira, bu həyatı yaşayan yanında insanlar olmuşsunuz var. doğanda. Yanında olmamışıq. Bəs siz Şafan yanında olmuşsunuz, atasız uşaq bilirsiniz. Atasız görmüşsünüz uşağı nətər o dünyaya peydahlayıb. Siz hardan bilirsiniz ki, o uşaq Bu atasız nə doğulub? qədər ayıb bir Hardan sualdır. bilirsiniz? O şəxsinə niyə qarışırsınız insanın? Ay crazy canım mənim. Ağa yox Onu Başqa səsinizi vaxt kəsin, deyirlər ki, danışmayın. Başqası onun üçün də şəxsi həyatı danışmayın. şəxsi həyatına danışmıyor. Yəni Şafan şəxsiyyət başqa adama gələndə, İlquziyə gələndə, Müjgana gələndə, Əliyə gələndə, Vəliyə gələndə deyirsiniz ki, şəxsi həyatıdır özü bilər. Amma Şafaya gələndə demirsiniz şəxsi həyatıdır. Öz şəxsi həyatıdır gəlib sənin ərindən uşaq doğub, oğlundan uşaq doğub, atondan uşaq doğub. Süni məyalanma elib, əcəb elib, yaxşı elib. Kimə nə girib çıxanı var ki burada? Siz danışın ki, Əsas odur ki, hərəkət ailəli yoxdur. kişilərdən uşaq Özünə doğub, fərqli. burada uşağını qeyrətli ata kimi aparanlar var burada. Siz ondan danışın. Ay Yox ki, Samira, sən səni məyalanma eləsə əlini ki, çünki deyirsən ərindən uşaq doğmaqdansa, sənin ailəvi dağılmaqdansa. Samira, əlini ayağını öpdüklərinin yeri gələndə zaksı yoxdur, balaları var, Allah xoşbəxt eləsin. Ona deyirlər ki, əsl Azərbaycan xanımı gözəl ana. Başa düşdün? Ona görə də sakit olun, oturun yerinizdə. Ən əsası yenə deyirəm, müccülü kimi atıb uşağımı, gedib keyfimi çəkməmişəm Bakıda. Ən azı nə də qazanıramsa uşaqlarıma yedizdirirəm. Belədir ki, eləmişəm, əcəb eləmişəm. Bax, siz niyə yanırsınız? Mənim öz Bilirlər yardım, Azərbaycanda öz qadın var, dəstəyim süni olmalı. mayalanma ilə uşaq doğur. Neynəsin? Sonsuz ölməlidir cəmaət. Uşaq istəyir də cəmaət. İstəyir ki, o qocalanda ağzına bir stəkan su verən adam olsun. Bir qaşıq Qardaşım, yeməyin mənim ağzına. bacım yox, qardaşım yox. Bir dənə anam Ay, da sağ ol. fikirləşmişəm ki, tək ölməkdənsə anam da bugün var, sabah yoxdur. Başını qoyucu yerə. Fikirləşmişəm ki, çox sağlıqlı bütün valideynlər ömür versin ki, mənə övlad lazımdır. Gedib özümü perpetuğa sırmaqdansa, elə dünyaya övlad gətirmişəm də. Biri var sabahlarım İraq yaxşı kişilərdən, axırımız pis yerə gedir. Gəlib ərimi evdə pasteldə kişi ilə tutmaqdansa elə belə eləmişəm. Neyniyim? Ay sağ ol. Nəticəsində də uşaqlarının arxasında dayanıb. Yəni o veriləsi sual deyil, başqa dərrakə ilə Dəyişin də düşündüm. mövzuyu dəyişin. Bunların elə bir ki atarlar nə pox yev çatasızlardan ağacın atarlar elə atarlar. Boş ver söhbəti bağlayın. Mən deyin görüm indi mütçülü hardadır? Mütçülü nə olub? Axırı nə olacaq? Elə mənə də onun deyində ki, onun axırı nə oldu? Bax mən o sual vermək istəyirəm ki, nə O bir yerdə kino var qaldı? ya, adı nə idi? O qızı tapın. İndi o qızı tapın. Mütçülü Mən bəşir düşüncüm aparıb. odur ki, bundan sonra insanlar biraz Bəşir aparıb ağıllaşsın. mütçülüyü. Biraz Mütçülü müdrikləşsin. bəşir aparıb. Yəni bilirsiniz nə deməksə, əvvəllər bu qədər kitablar yox idi, bu qədər sosial yox idi, bu qədər bildirişlər yox idi, bu qədər anlamalar yox idi. Cəmaət ağıllı idi, fədakar idi, vicdanlı, şərəfli idi. İndi bu qədər sosiallaşma var, internetlər var, bu qədər həyat asanlaşır, insanlar daha da cahilləşir. Yəni bəlkə biraz özümüzü tərbiyələndirək və ətrafımızdakı olan real həyatda da və sosial şəbəkədə də olan insanları tərbiyələndirməyə çalışaq. Yəni bu qədər daha cahilləşməyə doğru getməyin də. Cəmaət kosmos uçur, biz elə oturmuşuq burada əli ayağı düz olan insanlar kartına pul var. Biraz Bakı özünüzə sağlardan yazınız bilirsin. gəlir. Mən bir də burada kişilərə Samira. səslənirəm. Sizdən çox xahiş Bak ne edirəm yazdılar, buradakı Samira. kişilərə İlk sabah- öz arvadlarınızın kartından, öz arvadlarınızın, həyat yoldaşlarınızın kartlarını yoxlayın. Gün ərzində yoldaşlarınıza, həyat yoldaşlarınıza verdiyi, sevgililərinizə verdiyi pulu yoxlayın, araşdırın. Çünki siz gedirsiniz daş daşıyırsınız. Siz gedirsiniz torpaq bellirsiniz. Siz gedirsiniz onun bunun evini, aboyunu, tıklavat edirsiniz, aboyunu yapıştırırsınız, kafini yapıştırırsınız. 10 manat gününüzə, 20 manat gününüzə pul kazanırsınız. O 20 manatdan gətirib 10 manatı verirsiniz yoldaşlarınıza. Samira, O ay yoldaşlarınız Samira. da
10 manatdan 5 manata kəsib Müjgan kimlərinə. Burada əli ayağı Sabir düz elə olub. bir ki dalından qopurlar az nə olub? Qatar mı qaçır dalına? Ada çatdıra bilmirəm axı imkan vermiş mənə danışmağa. Az Və burada bir mən o kişilərə səslənirəm ki, arvadlarınızın kartlarını yoxlayın. Yaz hara Demə bu, düşdün? ağa yox, şeydir, Alena bilirsən mən nə yanıram? Buradakı bəzi qadınlar var, ərləri gedib öz bacısına, anasına pul atanda cırırlar ərlərini ki, anavı niyə pul atdın, bacıma niyə pul atdın, filan kəsə niyə pul atdın, amma özləri gəlirlər burada Müjgan kimlərinə pul atırlar. Bizim Bilirsən ki, özlərini cırlar. Bilirsən ki, cırlar. Çünki arvada vermirlər, anaya bacıya verirlər. Yaz. Mən kişi olsam sizi almaram. Görün nə deyirəm. Buranı andır. Burada bir nəfər yazır ki, Müjgan qarpız yeyib, User. Deyir Müjgan qarpız yeyib sizə baxır. Yalansa ay User, bütün qarpız satanlar sağa qoysun. Əgər elə bir şey varsa. Alena, biri də yazıb ki, Bakinka yazıb ki, sabah məhkəməyə qaldıracaqlar onu. Az hədənə hələm ona. Saat 9-da. Mən yuxarıdan yazılar. Ona turba göndərmişəm. Gürcüstandan qəşəng bantikli turba göndərmişəm. O turba üstündə indi fırlanacaq 1-2 gün. Qoydursun çərdə. Alena. Yenə deyirəm, vaxt var idi. O qibtə elədiyiniz, əxlaqlı dediyiniz Müjgan efirdə içib anasını 11 metrəyə qoymuşdu. Bax, ondan danışın. Ailə dəyərlərindən, əxlaqi normalardan. Bugün deyir ki, özümü də deyir, özümü də biabır eləmişəm deyir. Danışığımı bilmirəm deyir. Necə dedi? Deyir, özüm də deyib biabır eləmişəm deyir. Nəyim var, nəyim yoxdur, hamısını açıb töymüşəm burada. Bu bir sözlə Mənim getdi. uşağımın tərbiyəsindən, mənim uşağımın dədəsini axtarmayın. Siz gedin, Müjganın anasını axtarın ki, ay ana, bunu bizim üçün doğmusan. Bir boğazıdır, bir də dalıdır. Elə ancaq yığırıq panika, kreditə, Sibrizin girişinə. Siz bugünə kimi 61 manata çay içmişsiniz, amma Müjgan gedib Sibrizdə içib. Gözünüzün içinə baxa-baxa acıq verə-verə Yaxşı yadıma saldın. O yadımdakən deyim o sözü. Ay Şafa, yadımdakən qoy deyim o sözü. Deyirdi ki, bayaq ağlayır canlıda, getməmişdən qabaq. Maması zəng eləyir. Bu mamasına deyəsən biraz bir dəfə bağırdı, çığırdı. Adboy oldu. İkinci dəfə bir də maması zəng elədi. Ağlaya-ağlaya deyir ki, bax mən deyir ağlayıram, nənə də deyir mənə baxır ağlayır deyir burada. Bu da başladı ağlamağa. Özümə fikirləşdim deyirəm ki, doğrudan da bu Miraq işi nikto ne отменил da. Deyir ki, özümə yadıma düşür, o İman necə ağladı, İmanın bacısı necə ağlayırdı, anası necə ağlayırdı, Arzu bax elə, Arzunun balaları elə. Gör, həqiqətən də bu Miraqı heç kəs təxirə salmayıb da. Görsən, hər şey adamın qayıdır öz təpəsinə dəyir. Qayıdır öz təpəsinə dəyir. Gəlir, ayın ikisi günü, ikisi idi Samira Arzu həbs olunan günü. Biz qaydanda TikTok'a girdik, gördük bu yayım açıb. Mahnı qoyub mutdaşaq oynayırdı. Amma mən yayımda bir dəfə, bilməm, yadınıza gəlirsə dedim nə olar ki, Arzunu buraxalar, Arzu ilə çöldə olduğu müddətdə Müjgan sən gedəsən içəri. Görsünüz? Mən bilirdim, gözləyirdim bugün. Mən inanırdım. Arzuluyordum demirəm, inanırdım. Mən gözləyirdim, bilirdim bugün olacaq. Mən bilirdim belə İş olacaq. orasındadır ki, görəsən gələndə ağıllanacaq, yoxsa elə hamını yıxıb sürəcək eyni qaydada. İnan ki, ağıllanmayacaq o. İnsan dəyişmir. İnsanın xisləti nədir? Odur. Dəyişmir. İlan qabığını dəyişər. İlan nədir? Odur. İlan deyir, qabığını dəyişir, xasiyyətini dəyişmir. Eyni şeydir. Da bu da həmən şeydir. Çox qorxulu bir şeydir da bu. Çox qorxulu şeydir. Qızlar, mən megapolis şəhərdir. Hər qazanın öz qapağı var, crazy. Bu günləri kim kimlə dostluq edirsə, deməli onun tayıdır ki, dostluq edir oyuna. İfso. Kim kimin evinə buraxırsa, özünə Vəfa, incimə sözümdən. Demək ki, özünə yaraşdırır da bu adam bunu. Başa düşürsən? Yəni, heç kim inciməsin. Samira olsun, mən olum. ki? Hansımız yaraşdırarıq onu, gedib onunla bir masada otururuq. Bax, onu yaraşdırıb özümüzə masada, onunla eyni masada oturarıq. Problem bilirsiniz masanı nədədir? paylaşarıq. Şəhərə çıxarıq onu. Valla Samira, Allaha and olsun, içimizdə o qədər mütçülülər var ki, adı da şey qoyub.
And ola Allaha o qədərdir ki, hamısını tanıya bilmərsiniz. Sadəcə olaraq zərərin Dəfə mən sənə bir nərəsindən şey deyim. bilsən Mən kardır. səni bax hardasa gözəlim anlamağa çalışıram. Kasıb qızsan, üzr istəyirəm, kasıb da demək istəmirəm. Öz çörəyini qazanan qızsan, sən çörəyini Bəli. qazanmaq xatirinə, reklam xatirinə ona yaxınlaşdın. Amma Bəli. əzizim, yaxınlaşmışdın, tanımışdın da, sənə qurban deyirdilər, yazırdılar. Elə sən anında belə hörmətlə, izzətlə gərək uzaqlaşardın. Sən sразу gərək aralaşardın. Cəmaət deyəndə aralaşmaq lazımdır. Srazı yox. Srazı yox. O halda aralaşa biləcəydim ki, mən ondan o mənə pis davranmırdı axı. Başa düşürsüz? Mən onu başa salmağa Ay çalışıram gözəlim, ki, davranışdan getmir qarşındakı söhbət, insan sənə əxlaqından pis gedir davranmırsa söhbət. əgər, Əxlaqından gedir söhbət. yox, Oturuşundan, əxlaqından duruşundan bilirsiniz gedir. necədir. Valla insanların ətrafında o qədər insanlar olur. Mən ümumiyyətcə heç vaxt rəfiqə tutmamışam özümə. Rəfiqədən də həmişə uzaq duran insanam. Sadəcə olaraq mənə yenə də deyirəm, kiminsə əxlaqı və yaxud da kiminsə tərbiyəsi filan o halda maraqlı olur ki, o insan özünü mənə tanıtdı. Başa düşürsüz? Ki baxdım ki, həqiqətən də düz deyirmişlər sənin haqqında ki, sən 5 dəfə, 10 dəfə elə, bir dəfə eləmə, səni səhv çıxardacaq. Salam Və mən də qızlar, onu mən elədim. gəldim. Bayaqdan qulaq asıram. Burada hamı şey eləyir, tanıtdı, tanıtmadı. Vəfa, bir dənə söz deyim. Birincisi, bayaqlarım şəfa üçün nəsə deyirdilər, uşaq, muşaq, nə bilim nəsə. Bilirsiniz, bir dənə söz deyim. Mənim üçün insan qıraqda nədir, özü bilər. Əsas mənim üçün özünü aparmaq davranış forması var ha, yayında. Çünki yayın belədir ki, cəmaatın üzüdür. Sən onu necə göstərsən, görsən Müjgan bəlkə də həyatda çox namuslu qızdır. Bilmirəm, Allah bilir. Amma özünü aparmağı var ha, görsən nə qədər yetim eləsə də, o yenə də Osman Müjgan qalıbdır. Və Şəfa da burada, Şəfa özünü apardığı sürəcə siz ona heç nə deyə bilməzsiniz. Və insan da dili ilə neçə dəfələrlə deyib ki, mən uşaqlarımı verəndən sonra şeyə, nədir onun adı? Nə deyirsiniz bunun adına? Baxçıya verəndən sonra öz işimi görəcəm də, yəni işimə gedəcəm. Və mənə Şəfa da maraqlı deyil. Mənə bu dəqiqə bizim söhbətimiz Müjganlandır. Bəli, tutublar. Bəli, tutublar. Və bilirsiniz, burada da yenə deyirəm ki, deyirsiniz ki, mən tanıyana qədər idi. Vəfa, tanıyırdın. Bir sən onu 2 gün tanımaya bilərsən, 3 gün tanımaya bilərsən. Onun paşçı 6 ay, 7 ay moderator Siz olmuşlar. niyə məni başa düşmürsünüz ki, siz mənə kimsiz, o mənə maraqlıdır. Siz özünüzü mənə göstərəndən sonra mənə maraqlıdır. Mən ona deyəndən Ay sonra bacı, belə şey olmur, sənə kimi mən hamını söyürəm. Sənə kimi səndən qabaqkini söyürəmsə, belə bir xasiyyət var. Deyir, dostluğu de, bilim necəsən, düzdür. Səndən qabaqkini söyür də, bu düzdürmü? Mən səni özümü necə tanıda bilərəm ki, o sənin üzvə qayıtdı, dedi ki, sənin zaten saflığa mən inanmırdım. Sənin, necə deyirlər, ürək, yəni, biz karisli olduğuğa və ya düz olduğuğa inanmırdım. Düz olduğuğa inanmırdım. Yəni, sən ona rol oynayırdın. O da bilir ki, sən rol Bu bilirsiniz nəyin göstərgəsidir? Bu onun göstərgəsidir ki, mən onu o qədər də yaxın buraxmamışam. Düzdür? Mən onu o qədər yaxın buraxsaydım, o söz deməzdim. Sizin Allahınız, mən belə bir nəticəyə gəlmişəm ki, sizin haqqınızda. Da düzün deyim, mən, yəni ki, ha onun tərifi, ha sizin tərifi. Sizin haqqınızda sadəcə o belə deyək də kompromat yığa bilmədi. Başa düşdünüz? Yəni siz ona şans vermədiniz ki, sizi başqa yöndən tanısın. Amma belə qalsa biabır eləyəcəydiniz sizə. Bir də sabır eləyin, bir dəqiqə deyən. Bəli, çünki mən onu kənardan belə nətər deyim, mən bir insanı özümə yaxın buraxmağım üçün uzun müddət bu insanla yaxınlıq eləməyim lazımdır. O da ki, bax bu FG-yə kimdir? Ay bacı, sən məndən nə qədər yanıqlı qalıbsan? Nə olub? Nədir dərdin? Girib bura bayaqdan yazırsan, mən nə qədər tanıya bilərsin? Qızlar, bundan sonra mən arzu edirəm ki, hər birimizə, hər real həyatda da və sosial şəbəkələrdə də həyatımızda özümüz kimi belə insanlardan insanlar qorusun. İfso. Amin. Yəni mənim mən düşürəm gözəlim. çox çətindir. Samirəşka, mən çalışıram düşürəm. ki- Çox sağ ol. Təşəkkür edirəm Samirə qaldırdığın üçün məni. Dəyməz, Mən düşürəm dəyməz. qızlardan. Çox sağ ol əzizim. Dəyməz üzr. Yəni çalışaq ki, biraz ağlımız əvvəl 5 dəfə işlədirsə, bundan sonra 15 dəfə işlədir ağlımızı. Və insanlara içimizi açıb tökməyə, insanlarla biraz ehtiyatlı olaq. Əvvəl isti suyu üfrə-üfrə içirdiksə, indi soyuq suyumuzu üfrə-üfrə içməliyik. Bəli. Yəni ki, bundan Bəli, sonra Allah haqqı elədir. Allah Taala hamımıza hamımıza Allah Taala halal ruzu bərəkət arzulayıram. Allah Taala arzu edirəm ki, hamımızın
necə deyirlər, qazandığımız pulumuz halal yerə xərclənsin, halal insanlara xərclənsin. Haramçılığa Amin, olmasın. amin. İnşallah amin. Və çalışaq ki, xidməti. biraz ağılla hərəkət eləyək. Yəni Yəni ki, SM xidməti burada deyir ki, Bəli, TikTokda bəli. dost yoxdur. TikTokda kəmiyyətə yox, ümumiyyətlə bu keyfiyyətə önəm yanında- verməyə çalışaq. Bax, belə bir Samirə sözdür. xanım, bir də deyir. onu deyim, düşürəm mən də. Yüzər, çox üzr istəyirəm sizdən. Çox üzr Estağfurullah, istəyirəm. buyur, Öztəmən. Bir dənə onu deyim. Mən bir dənə onu deyim ki, inanın ki, bir nə qədər insan mənə gəlib sonradan saç yığdıranlar, sonradan tanıyanlar dedi ki, Vəfa, Müjgan səni pisləmişdi, amma doğrudan nə gözəl əl işin var. Görün mənə nə qədər ziyan vurdu ki o insan. Yenə Mən deyirəm ki, aylarla nə canlı açdım, nə Vəfa, işə getmək istəmədim. Ay, Aha. Vəfa, bax yenə deyirəm ki, sən deyə bilərsən ki, mən belə, sən yetmədin, çünki o səni bütün bilsən sındırdı. Amma səni belə deyək də, ona səhv gedənlər, belə deyək də, ona protiv gedənlər getdi sənə saçını düzəltdi. Həmçində eyni qaydada sən yəni onu bir günlərin moderator olmadan, moderator sizdə elə bil ki, vəzifə idi. Bir dənə durdu, qışqırdı, belə yaz deyə. Mən daha bu moderatorlara, mən bunlara nə üçün moderator vermişəm, belə eləmişəm, belə, hamı öz keyfindədir, nədir? Sən yəni o reklamı elə saçı açanda, o telefonu qoyanda, saçın reklam eləyəndə, sən narahat olma, onun o qədər düşmanı da gələcəkdi sənə, o qədər nəyə də gələcəkdi. Yəni burada onun tərəfini tutub, onun yayınında onu bloklamaq, bunu bloklamaq, ay Müjgan ürəkdir, Müjgan ürəkdir nə deməkdir? Yəni sən bu boyda cəmaət görürsən, burada hamısı deyir ki, Vəfa mən bloka atmışdı onun səhifəsində. Vəfa mən, sən o həmin adamlardan birisən. Mən onun səhifəsində necə blok atdım? Mən blok ümumiyyətcə yox idi məndə. Bax, Məndə bir dəqiqə. səssiz var. Siz Bax, bayaqdan atmısan da görürsən, yəqin, mən Vəfa. heç nə tanımıram. Bax, səni Vəfa, mən yenə deyirəm ki, mən sadəcə düşünürəm ki, bu ayrıldığı adamların hamısının qara işlərini bilir və şantaj edir. Vəfanı eləyə bilmədi. Ancaq Vəfanın işi ilə dediyinə görə Vəfa deməli namuslu qadın idi ki, buna o povudu vermədi, o şansı vermədi. Mən bu nəticə ilə yadımda qalırsan. Amma qaldı ki, incimə, orada incimə. Yenə bu sənin şəxsinə aid deyil. Şəxs olaraq bəlkə çox gözəl insansan. Amma yayında etdiyimiz o moderatorluq, Müjgan sən gözəlsən, bu 72-li idi və bu 72-li də sən hadinə ki mən bilmirdim. İnsan olaraq Samirə ilə aram yaxşıdır. Mən Samirəyə deyə bilmərəm Mən onu saatlarla. çox istəmişdim. Axıra kimi deyəcəm, mən onu çox istəmişdim. Nə istəyə bilərəm? Sən də mən başa Samirə ilə mən bu tanıyırıq, həyatda tanış deyil, bir şey deyil. Bilirsiniz Bax belə həyatda da gedib oturub Mən çay o içməyə. halda Mən deyə Samirəyə bilərsiniz necə ki- yaltaqlana bilərəm Samirəyə? Samirə bəlkə dalda maskadadır. Sən də bilirsən ki, Mən heç Müjgan kəsə dalda maskada. yaltaqlanmamışam. İnsanın intuisiyası deyilən bir intuisiya как будет? Uşaqlar, intuisiya nə deməkdir? Hissiyat. İntuisiya odur ki, sən ona povod vermirsən ki, o sənin sonradan bəzi şeylərdən nələrsə intuisiya danışır. başqa şeydir. İntuisiya nədir? Deyən bir dəqiqə rus dillidir Samirə. Samirə, intuisiya İntuisiya nədir? hiss eləməkdir, hissiyatın. Hiss eləmək. İnsan hiss edir qarşısındakı maskada deyil. Sembolist klientlə işləyən adamsansa, üzr istəyirəm, sən onun, bilirsən, doppleri nə danışırsan, nə danışırsınız ki, mən onu özünü tanımamışam, elə şey olmur. Mən bir insanı hamı deyə bilər ki, oğludur. Tanımamışam deyəndə sizə yenə deyirəm, mən onun anti hərəkətlərini, yəni pis hərəkətlərini demirəm, amma pis hərəkətlərini zaten o Alena xanımın yayınında gördüm, bəzi şeyləri, çox şeyi. Amma ondan qabaqki deyilənlərə görə ki, bilirdim onun statusu nədir, yenə də deyirəm, mənim insanın ətrafında hər kəs kimliyi ola bilər, statusu ola bilər. Amma sən onun xasiyyətinə, onunla səninlə necə diyaloq qurduğuna baxırsan, düzdür? Xanım, Və mən sənin pis olanda deyirəm sən ki, insan ola bilər ki, Samirə mənə xoş təsir bağışlaya bilər. Amma mən insan olaraq, bax, yenə deyirəm, Samirəni tam tanımıramsa, mən ona içimdən gəlməyən sabunluğu edə bilmərəm. Vəfa, sən neçə ildir TikTokdasan, Vəfa? Ada Vəfa neçə ildir TikTokdakı, buraxa neçə ildir bu işdə Onlar sən yüzə sual ver, xahiş edirəm. Bax, sən danışdın, mən sıram da. Birimiz danışaq ki, birimiz danışıb sual verək ki, ağız deyəni qulaq eşitsin. Vəfa, sən neçə ildir TikTokdasan? TikTokda 22-dən amma işlətmirəm da, belə də arada bir girib səhifəyə bir şeylər qoyuram. Yəni sən kəşfiyyətə səndə çıxır da, düzdür bacı?
Aha. Düzdür. Yəni bilirsən, bax sənə düzünü deyim, sənə ki o deməyi tanımamaq söhbəti var. Mən ona inanmıram. Sən məni tanımaya bilərsən. Sən bəy qızını tanımaya bilərsən. Sən burada Müjganı tanımalısan, Ləmanı tanımalısan, Sakunu tanımalısan, Babuşu tanımalısan, Timanı tanımalısan. Bunlar üzdə olan TikTokda üzdə olan insanlar necə tanımaya bilərsən? Mən sənə deyim, sən məni niyə tanımırsan? Sən məni sevgi saymır, mən səni tanımıram, mən sənə inanardım. Çünki mən üzdə olan insan Amirə, deyiləm sənin də. öz xasiyyətinə görə tanıyaram mən səni. Aa, Sənin məndən yox, rəssamına sən bunu çəkə bilmədin. Bax sizlər deyirsiniz ki, biz Müjganı tanımırdıq. Ay Müjganı necə tanımamaq olar ki? Müjgan bütün gün səhər, gecə, gündüz 24 saat, kruglu sutka, 7-24 TikTok'da. Anlaya bilmədik Bunu mi? tanımamaq necə Amirə, olar? canımsan. Sən müştərilərlə işləyən Amirə, insansan. canımsan. Bəyən Amma müştərilər gəl demək də bana istəyir bax, ki, Müjgan, bir dənə TikTok'da Müjganı tanıyırsan, hansı Müjgandır? Gözdə səni göstər. O qədər olub ki, mənim müştərim olub ki, Deyirdilər də. Onu deyirəm də bayaqdan ki, deyirdilər də. Deyirdilər Salonda hamı danışır Vəfa. O deyə bax, O qız çox aşağıda bax, bir yaxşı dəqiqə. qızdır. Bir dəqiqə, bax, bir dəqiqə. Bella yazıb ki, salonda hamı danışır Vəfa. Düz deyir. Yəni ki, sən tanımaya bilərsən. Sən tanımaya bilərsən, sənə hə. Deyirəm, bayaq canlının başından bəri deyirəm ki, öz tanıdıqlarımla belə dalaşırdım onun üstündə ki, əşi olsun da, əvvəli olub, elə olsun, O olsun. sən onun üstündə Mən onun öz dalaşmırdın. xasiyyəti ilə Yo, tanıdım onu. Vəfa. Anlarsın? Psixologiyada belə bir şey var ki, eşidirsən? Psixologiyada belə bir şey var ki, insan özü özünə yedizdirməlidir özünü, kim olduğunu. Və onu və ya qaradırsa, onu ağ göstərmək istəyirsə və o ətrafına da bunu ağ göstərməyə çalışırsa, o başlayır o yöndə çalışmağa. Sən bilirdin, sənə prosta həmin vaxtda lazım idi ki, belə də şeyləsə. Ona görə də yox, dalaşırdın ki, özünü müdafiə edirdin. Sən Vəfa şeyi müdafiə eləmirdin Müjganı. Sən Müjganı, sən özünü müdafiə, çünki sən Osmanın dostu olmağı, sən özünü bəyəndin, özünü müdafiə edirdin sözünə. Buyurun bəy qızım. Hə, düz deyir əslində. İnsan elədiyi səhvi başa düşsə belə deyir ki, yox. Çünki onu özü eləyib, bax, o psixologiyada var, düz deyir. Axşamınız xeyir olsun. Salam bəy qızım, buyurun. Salamlayıram. Mövzu Müjgandan gedir. Mən Müjganı kirayə qalandan izləyirəm. İçirdi, lap pis vaxtları idi. O, nə bilim, atlanıb düşürdü divanın üstündə. Həri, mən də o vaxtdan izləyirəm. Ağzına gələni danışırdı. Qadın adına Amma mən onu vəsədir. istəmirəm. Qadın özünə hörmət eləməlidir. Kimliyindən asılı olmayaraq. İlk növbədə o insan ki, özünə hörmət eləmir, qarşısındakı əlbəttə anasının adına nələr dedi telefonda burada. Söyüşlər, təhqirlər. Nə bilim, onun əsl adı Müjgan deyil, Müşgünazdır. İndi orada xəbərlərdə deyəcəklər. Ad soyadın adı. Mən sevinmirəm onun tutulmağına. Mən onu çox istəyirəm. And ola bax, Allaha deyirəm, bir evladım kimi. Mən onu çox istəyirdim. Qurana and olsun. Bir dəqiqə ola bəy qızı, bax bir sual da vermək istəyirəm sizə. Bir dəqiqə ola. Arzuya qarşı elə elədi. Bəy qızı, deyirsiniz ki, Müjganın pis olan Sərt vaxtları. cavablarla. Bayaq mən demək Ay bəy Ondan qızı, sonra o bəy mənim qızı, gözümdən bəy düşdü. qızı. Ay xanım. Bəli. Deyirsiniz siz Müjganı çoxdan izləyirsiniz də o avtobus demək. Divanın üstündə atlanan düşən vaxtlarından düzdür. Arağı stəkana. Süzəni qoyub başında gəzəni, bunu hamı bilir, Bax, o görür. vaxtlarda siz Sotka ilə tanıyırdınız. Bir yatırdı. də sualımı vermək istəyirəm sizə. Bax, deyirsiniz ki, mən onu başına oksigen qoyan vaxtlardan onu izləyirəm. Siz onun nəyini çox istəyirdiniz? Bilirsiniz necə? Hə. Burada məlum məsələdir ki, hər kəs bir rola girir özünə kütlə yığmaq üçün. Birisi nə bilim aktrisalıq eləyir, biri aktyorluq eləyir. Bu biri nə aktyorluq bilim- deyil axı, bu aktrisalıq deyil, bu biabırçılıq. Bilirəm, mən demirəm qadın adına ləkədir də. Bir onun danışığı, zadı, o söyüş söymürdü. Vallahi heç vaxt mən görməmişəm o söyüş Ancaq söyləyən. soska Siz hansı qoyurdu. vaxtlarda onu çox istəyirdiniz? Deyən, siz o soska qoyan vaxtlarından baxırdınız. Mən hər bir ümid Həmin tamaşadır da. vaxtlarından istəyirdiniz. Sanki elə bir tamaşaya baxırsan da. Niyə? Televizorda Elə tamaşa sizə ləzzət eləyir. mənə ləzzət eləmir. Qadındır da, Azərbaycan xanımıdır. Qadındır, Azərbaycan Salam İrana xanım. xanım. Mən sizlə başqa yadıma gəlir ki, şeyin Təmirlanın da yayınında çıxmışdınız, Səhvdir danışırdınız. də, səhvsiz xanımlar. Xanım, Səhvsiz bir dənə insan sizin yoxdur. bir dənə sizin bir dənə deyil. Güzür, bir dəqiqə gözləyin xahiş edirəm. Mən bankası alacağım səndən aşağı.
Bax, bəy qızı deyirsiniz ki, mən onun Soska əmən vaxtından mən onu izləyirəm. Bəli, Yaşca bəlkə də məndən yaşca böyüksüz də. Yəni ki, o aşsüzənlə gəzən bir qadın olsa qohumluğunuzda, qonşuluğunuzda, öz xalavuz qızınız, bacımız qızınız, dayı qardaşımız qızınız, Soska ilə gəlsə, Aslı ilə gəlsə, Yoxdur, elə bir şey yoxdur. Meymundur da. Amma Meymun deyirəm, mən tamaşa çox edir. Ay bəy qızı, ay bəy qızı, gör nə deyirəm. Ay Gör nə canım, deyirəm, Alina, sən- axşamın xeyir, xoş gəldin. Axşamın xeyir, xoş gün olsun. Sən deyirsən ki, ağza sos qalanla başına üstündən qoyun o sırara mən onu tanıyıram, düzdürmü? Baxırdım da belə. Hə. Yox, sən deyirsən, ondan sonra deyirsən ki, Azərbaycan xanımdır. Sən niyə Azərbaycan xanımlarına belə bir ləkə gətirsən, ay bacı? Qadındır da, Alina. Qadın, Yıxılana balta. onda səndən xahiş edirəm, onun elədiyini çıx elə də kameranı aç, biz də izləyək səni. Biz də səni izləmək istəyirik. Eləyərsən. Bilirsən Bəy, nədir? bəy Qadın. qızının biraz həyata baxışı başqa cürdür, Malbura. Bu bəy Yox, qızı, elə, sən harada də- sən də antikvar Azərbaycan şeylər xanımısan. varsa, Yox, bu sən də qadın. Azərbaycan xanımısan. Sən özünə yaraşdırırsan. Məsələn, dur elə, sən kameranı aç, başda soska almağızla. Elə belə evdə əşüzən qoy, oyna onun kimi. Eləyərsən mi? Sən mənim evladım yaşındasan. Yox, ay anal, qurban ol. Sən eləmirsən başqa Sən eləsən. ağ bir şey arvadsan, belə şeylərə normal baxmağın, deməli Sən bir anasan, sən mən özün sənin ana evladım. olmalısan. Mən Mən qadınları, sənin- mən qadın Mən sənin- tərəfdarıyam. Qadınları Qulaq as, mən mən sənin- istəmirəm. Vay anam, deyirsən Ay mənim canım. evladım yaşlısan, düzdür, əllərinə Amma öpürəm. düzgün eləməyib də, Amma başa sən düşürəm, ana düzgün yaşındasansa, eləməyib. sənin kimi analar ona paleşik eləməməlidir. Sənin kimi analar elə müjgan kimlərinə fikir bildirməlidir ki, bu günlərə gəlib Mən çatmaq. dəfələrlə demişəm ona, valla canlıya qoşulub demişəm ki, ayıbdır. Qızım, belə bir şey eləmə. Atıb məni bloka, səssizə, nə bilim, marağım var idi da, Nə baxırdım. qədər pul atıbsan ona, nə qədər pul atıbsan düzünü deyil. Yo, mən, Az bu pul atan deyil, az bu pul atan deyil, məndən beş bədər. Alina, bir daha söz deyim, məndən beş bətərsən bir dəqiqə saxla, mən sənin cavabı verim. Mən burada heç kimə pul atmıram. Bu bir, ikincisi, mən xəstə uşaqlara, xəstələrə atıram pulu. Vəssalam. Məsələn, onu niyə izləyirdin? Ay sən başına dönüm, niyə izləyirdin onu? Baxırdım da, maraqlıdır da, hamıya baxıram da, Ləmana da baxıram. Amma hamı onu eləmir axı, hamı onu eləmir axı. Sən Azərbaycan xanımısan, deyirsən ki, Azərbaycan xanımlarına mən hörmət edirəm, amma sən Azərbaycan xanımlarını götürüb əş-süzə, başına əş-süzə qoyan, ağzına soska soxanın bir tutursan. Bir tutmayın da. Niyə bir tutursunuz ki? O qadınlıqda xəbəri yoxdur. İrana xanım, xoş gəlibsən də. Salam, salam, xoş gördük. Nə Sonra mən deyim? əsəbdən qalxdım. Bəy qızı, o qoyduğun foto var, bir də ad yazmısan, bəy qızı. Sənin o danışığınla onlar heç biri bir-birinə uyğun gəlmir. Heç biri bir-birinə uyğun gəlmir, heç biri. Sən əgər, sən deyirsən mən yaşlı qadınam, sən yaşlı qadın ola-ola, sən ona baxmısansa, onu dəstəkləmisənsə, mən Yo, səni dahi dəstəkləmirəm. Mən bu Bəs onda gəlib burada niyə tərif edirsən onu? Bəs onda gəlib burada nə deyirsən? O Yıxılana qadındır. balta vurmazlar da. Mən Ay onu nə danışırsan? O nə tərifləmirəm. yıxılana? O öz-özünü Bir yıxılır. dəqiqə, Heç kimsə onu Ay bacım, yıxılmayın, öz-özünü Ay İrana yıxılır. xanım, bir dəqiqə deyək ki, bir dəqiqə də. Qızlar, bir dəqiqə deyirsən yıxılana palta vurma, düzdür? Ay xanım, ay bəy qızı. Bəli, bəli. Düzdür. Milləti yıxır, Arzu tutulanda, ayın içində arzum tutuldu. Arzumun çörəyinə buradakı izləyicilər yeyir. Ha, mən ona deyirəm də, ondan sonra mənim Arzu özümdən tutulan bir düşdü. gündə qulaq az. Arzu tutulan bir gündən yıxılmışdı da Arzum. Niyə o çörəyini o yemişdi, mən yeməmişdim. Mənim haqqı var danışmağa. Onun haqqı yox idi danışmağa. Niyə çıxıb oynayırdı? oynayırdı. Bəs mən onu dedim də bayaq, dedim ki, Arzuya qarşı elə Ay çıxdı. bəy qızı, neçə yaşın var? Ay bəy Mənim qızı, ondan zəhləm getdi. neçə Ondan yaşın sonra var? mən Neçə ona yaşın var? xoşum gəlmədi. Neçə yaşın var bəy qızı? Neyvə lazımdır? Bir Yaşım 60 neyim? var. Sən görürsən danışıq qabiliyyəti Bir belə sən yoxdur deyirsən. ki, cavab Bax verəsən. bir dənə bax aşağıda sənə nələr yazıblar. Yəni ən azından bir dənə düşüngüdən ki, bura qalxdım, mən dedim indi nəsə bəy qızı çıxıb bəy söhbətləri eləyəcək. Amma yəni özünə biraz hörmət qoy. Yaxşı intellektivə biraz intellektivi artır. Sonra danışacağın, diskussiya eləyəcəyin insanların səviyyəsinə bax, yəni intellekt səviyyətinə bax ha, özümə yox, bəlkə mən çöldə bir avaran birisiyəm. Yəni bura çıxdınsa söz deməyə ən azından baş-başa gəlir. Mən deyirsən ki, düz Arzunu pisləyənə qədər onu istəmişəm. Arzunu da 2 aydır da o pisləyibdir. O vaxtda heç Arzu belə bir çıxmasını heç eləmirdi. Sən xala bir dənə yaşayış tərzini düz qur ha. Yəni bundan o yana sənin qaydan cavanlaşan vaxtın oldu, o yana gedirsən. Xanım, Yəni yəni gözünüz
Aleyna Ona gedirsən ki, onu biraz sağ. Tamam, selamlar. Mən bir şey deyim, mən Müjgan tutulmağına sevinən bir xanımam. Adətən mən istər kişi oldu, istər qadın oldu, tutulmağına insan pis günlə sevinməyən bir kəsəm. Çünki bu sevinmək karmadır. Şəxsən amma Müjgana çox sevinirəm. Xanım deyir ki, mən arzu tutulana qədər min hoqqadan çıxan Astralik Müjgan durub cəmaatın kişilərlə PK atıb alt tumanlarını sayan Müjgan idi. Arzu tutulana qədər. Arzu tutulana qədər oqqalardan qalmadı. Cəmaatın pulu ilə gedib kayfını çıxarır, cəmaatı oradan söyür. Luxlar deyir, təhqir eləyir. Cəmaatın gözünün içinə baxa-baxa deyir, luxlar pul atacaq, mənə maşın alacaq, ev alacaq. O nə edəcək, bu nə edəcək? Vallahi dirəksəydə eləyərlər. Ayıb deyil. Vallahi şərəf ləyaqətini alçaldırır cəmaatın. Cəmaatın xoşu gəlir deyəsən. Bəzi özünü hörmət eləməyənin xoşu gəlir ki, kimsə mənim şərəfimi, ləyaqətimi alçalsın. Bir vicdansız çıxır, ora qadın olaraq dururca aşçanı qoyur başına, ağzına gələn mahnını oxuyur. Milləti orada təhqir eləyir, yarğılayır. Türkiyədə gedib bizim Azərbaycanlar qudurubdur, elə bilirdi qayıtmayacaqdı. Cəmaatı pis gündə təhqir eləyib yığır ora, kişi heç elə söyüş söymür. Siz onun tərəfində mi durursunuz? Hə? Ayıb deyil. Ağbirçəyimizə bax, 60 yaşında işi gücü olmayanlar. Yaşını da elə qoyub ki, bəy qızı, bunu hələ xod eləsinlər. Ay yox, Zor qadın yanında oturan bir baxır. qadınsan sən. Sən pensiya yaşı çatıbdır, işin gücün yoxdur. İşə pensiyaya çıxanlar, işi başına qaçışmayanlar baxır Müjgana desəyor. Nəyinə desəyorsunuz? Bir yaşlı adam kimi xoşunuz gəlir. Müjgan gəlir də deyir, mən deyir eləyə bilməyəni o eləyirdi. Anası Müjgan. Sən də ged onun yerinə aşçanı qoy başına, darandarın mahnısı ilə ağzına sos qoy, arxadan hava buraxdı. Hə, mən indi o xanımdan mən dedi ki, yəni ki, evladım yaşlasın, ona görə mən ondan dirəşmədim, ya hörmət qoydum. Siz indi deyirsiniz o başqa. Mən o deyim ki, anam həyalı qadındır. Aleyna, Bir burada də o sözümü deyil. Aleyna, burada Müjgan ən çox Arzunun pulunu yeyib də, ən çox. Arzun evində qalıb, Arzun paltarını giyinib, Sevincin paltarlarını giyinib, bijuteriyalarını taxıb, gəzib, dolaşıb. Mənim heç vaxt yadımdan çıxmaz. Axır dəfə предпоследний raz gələndə Arzu burada getdi, New Yorker'dan ona şalvar alanda, cin şalvar alanda, özünə də cin şalvar alanda. Arzu dedi ki, mən su istəyirəm də. Gəldi şeyin qabağına, kioskun qabağına, budkanın qabağına gəldi ki, su almağa. Əlinə atır sumkasını, göz sumkasının içindən qarşılıq çıxarda bilmir. O insan Arzuya 1 manat su qıymadı ki, su alsın. Arzu gəldi özünə su aldı. Buna ise Red Bull aldı. Red Bull da ki 4 manatdı, 3 manatdı, neçəyə mən bilmirəm qiymətini. Yəni ki, ən çox burada TikTok'da Arzunun pulunu yiyib, evində qalıb, gəzməyini gəzib, rayonuna gedib, şəhərində gəzib. Samira. Ondan sonra da Arzunun pulunu hərəkət edib. İndi Arzu o ürəkdən sevirdi Arzunu. Arzunun puluna görə, şotuna görə yanında saxlamışdı. Amma belədir. Günka, yadınızda saxlayın. Mənim pulum, mənim götürəcəyim pul mənim dostumun cibindədirsə, mənim ona qarşı dost münasibətim ola bilməz. Və bu xarşılıq Arzu ilə, bir dəqiqə söz deyim. Arzu, Müjgan, Arzu Müjgandan bərabər istifadə edirlər. O temaya girməyək. Müjgan temasında qalaq. Mənim Arzudan xoşum gəlmir. Bax, yenə də deyirəm. Nə burada yaltaqlıq, nə götəgirərlik, haqqa danışmaq istəyirəm. Deyirsən ki, Arzu Müjgandan eyni istifadəsini eləyib. Arzu Müjgandan bir sənə istifadə eləyib. Yanında gəzsin, kömək eləsin onu ora getməyə, bura getməyə. Samira, bir dəqiqə. O Arzudan daha çox istifadə edib ki, Arzu ondan. Samira, bir dəqiqə gözlə sənə. Amma məncə Arzunu çox istəyirdi. Prosta mənim kimi saf davranıb. Bir dəqiqə dayanın qızlar. Ümumən yadınızda saxlayın. Psixologiyada belə bir şey var ki, kompleksli insanlar özlərindən artıq görünən insandan heç vaxt dostluq eləmirlər. Mən sənə razıyam. Bir dəqiqə, Samira, bir dəqiqə dayanın. Mən psixologiyanı başa salım sizə, sonra deyim də, xahiş edirəm. Mən əgər bax, fikir verin, Arzunun indiki şeyi adı nədir? Menecerdə. Görürsünüz, boyu 1.50-dir.
Boyu 1.50-dir. Bu insanla bu insan heç kəsi arzu özündən artıq görmədiyinə görə dalaşıb. Başa düşürsünüz? Görmək istəmədiyinə görə. Bu Müjgan da buna ne üçün lazım idi? Yadınızda saxlayın. Hərənin bir şüsyorkası olur ki ona desinlər ki az o mundar insandır. Onunla niye oturup durursa? Az Ay o cındır bacı, Yuzi, mən sözümün canı odur ki, onu mən bilirəm, psixologiya человека, bilirsən özündən narazı olan insan. Ay Yuzi, ağız yanı qulağa eşitmir aşkım, qurban olum sən, acılamaq istəmirəm, köpütlük eləmək istəmirəm. Yəni demək istəyirəm ki, ya это знаю, bu psixoloji insanda ki, işte özündən aşağı, потому что она любит быть yəni ki, öndə olmağı xoşlayır. Ona görə özündən aşağı olan insanlarla. Amma istifadəyə qalanda demək istəyirəm ki, Arzu ondan o qədər çox istifadə eləmir. Müjgan ona istifadə eləyə kimi. Samira, bu adam var bir dənə sənə söyləyim. Samira, bir gün bunlar dalaşdılar qaynata söhbətində, yadıma gəlir. Onda gəldi, dedilər ki buna, onun hədiyələrin qaytar özünə. Düzdür? Dedim, niyə qaytarım? Bir dəqiqə. Dedim, mən niyə qaytarım? Mən evimdə otursaydım, dilənsəydim, onu çıxardacaqdım. Gəlin belə deyək. Doğrudan da bir gün oturdu o insan, televizora 500 neçə manat pul lazım idi. Neçə saata yığdı onu, bax, yazsın burada cəmaat. 2 saata, 3 saata. Ay bacı, Yuzi, ay Yuzi, qulaq as mənə. Yəni o 5 manat pul yığdı, televizor aldı. O dedi ki, mən evdə otursaydım, Arzu'nun aldığı mənə paltarları mən ondan alardım. Bugünə kimi niyə almıyorduk ki Arzu'nun aldığı paltarları? Ay Yuzi, bir də gözlə, qurbansan. Ya demək istəyirəm ki, Müjgan bugünə kimi pul yığıbsa, bugünə kimi Arzu'nun ona aldığı paltarlardan niyə almayıb? Ala bilər də almayıb da. Ay bacı, trend yoldan 10 manatlıq, 15 manatlıq paltarlardı da, nə danışırsan sən? Ay bacı, o trend yoldan almayıb. Özü istəməyib. Yuzi, qulaq az. Yəni, o bugünə kimi Arzu'nun giyinmiş paltarlarını giyinib də. Ona bugünə kimi setkalarla paltarlar gətiriblər. Merin yanına getdi, Merin giyinmiş paltarlarını giyindi. Arzu paltarlarını giyindi. Və ona kulokda gətirən giyinmiş paltarlarını giyindi. O özünə nəsə təzə paltar alıb bəyəm. Samira, bir dəqiqə. Samira, sualıma cavab ver. Mən deyək ki, vəfadan istifadə etməyə başlayıramsa, vəfanın müddəsi nə qədərdir? Vəfanın uzağı mənə xərcləyəcəyi 200 manat olacaq. Düzdür? Mən vəfayla 2 saat, 3 saat dostluq eləyəcəm ki, o 200 manatlıq saçımı qoydurum. Düzdür? Deməli, onun büdcəsi bundan artıq deyil. O ancaq mənim moderatorum işləyə bilər. Amma Arzu'nun büdcəsi reklamlarına görə 5000-6000 isə deməli, mən 5000-6000 istifadə etməliyəm. Sən nəyi qoyub, nəyi danışırsan ki, istifadə elə? Hərənin öz gücünə görə öz şeyi var. Təbii ki. Orada düzgün var çünki Arzu onu çox qabağa apardı. Mən bir şey Arzu onu qabağa aparmadı, ikisi də bir-birini apardı. Kim apardı? Mən bir söz deyim. Elə pulu, Arzumun pulundan Müjgan o ki var belə zor da istifadə elədi. Arzu da vaxtında ətrafını tanımadı. Müjgan da mujik elədi. Onun qəşəng pullarını yedi, çevirdi. Axırda da getdi satqınlıq elədi. Bu bəlli bir məsələdir. O ki qaldı Müjgan tutulmağına. Müjgan tutulmağı onun belə deyim də, yəni tutulmağı haqdır. Belə tutulmağı haqdır ki, Müjgan çox sevinirdi, atılıb düşürdü. Cəmaatın yenə deyirəm, o bəzi loxlar, qazlar var ha. Onların pulunun şutuna, onların pulu ilə gedib kayfını sürürdü. Hələ kefində oluladı, cəmaatı söyürdü. Bəzi qazları... Hər gəlişində 700-800 manatlıq saç yığmışam mən ona. Hər gəlişində. Siz eləmişsiniz. Hər gəlişində bir dəfə gəlib, sən onu tanıyırsan, bax sənə mən deyim nə vaxtda. Bir dəfə yox, gör neçə dəfə yığmışam. Tanıyırsan, bir dəqiqə, dekabr ayından tanıyırsan onu, yadıma gəlir. Bir dəfə sarı saç yığdın ona, bir dəfə də axırıncı dedi ha, setkadır, nə bilim başımda belədir. 2 dəfə saç yığmışsan ona, düzdür? Bir dəfə də qırmızı saç, bir dəfə də qırmızı saç. 4 dəfə saç yığmışam. 4 dəfə saç yığmışsan. Havayı yığmışsan xanım. Bir dəqiqə bağışlayın, mən gedirəm. Reklamla aşkım, reklamla aşkım. Vəfa, o qızlar, mən baş salaram sizə aşağı, bir dənə Vəfanı saxlayacağım səndən. Vəfa, mən 10 ildir qaynaq saç yığmışam özümə. 10 ildir. Deyirsən, 700-800 manatlıq saç yığmışsan. Gəl əyri oturaq düz danışam. Bax, mən Müjgan da zəhləm gedir. Mən Müjganı tərəf edirəm.
Sən 700-800 manata saç yığmamısan Müjgana, yalan danışma. Vəfa sən onun saçları, yığdığın saçları apar uçur sürüyor zibil saçları idi. Bu bir. İkincisi, 700 manatlıq saç yığanda minimum mən indi özümə gedib saç alanda 200-250 manatlıq. 200 və sən Ay, onun 100 başına qramı. 150 qramlıq saç yığmısan da, sən bəlkə onun saç başına 300 qramlıq Bir saç dəfə yığmısan 150 ki, yığmışam. 700 manatlıq saç yığasan. Onun Yo, özünü Səmirə. 70 qanın özünü 700 manat 60 qiymət. santlıq saçlar, 60 santlıq saçlar 200 manata da minimumda normal kəklikdə 60 santlıq saçlar ay vəfa. Mən toy deyiləm, mən də saç qaynağı yığmışam da salonda da işləmişəm. Saçdan da yaxşı Ay, pis, sağ ol. başım çıxır da. Yəni 700 manatlıq, 800 manatlıq saç bilirsən necədir? 300 qramlıq saç olmalıdır başında, bildin? Və 100 manata da sən 200 manata saç yığmısan. Bu bir neçə 100 saç manata da olmalı. yığırsan, Sən onun başındakı imam şalını yezi üçün də alamaq lazımdır da. Yəni haqqa girmək lazım deyil. Sən 700 manatlıq saç yığmamısan. Sən ona uzaq bura 300 manatlıq saç yığmamısan. Onun başındakı saçı da ki uçuz sürüyor saçlardır. Nazik saçlar yığmışsın da başına. Onun başında 250 qram yox, 200 qramlıq saç yox idi. Ay xanım, Müjganın özünün 7 manatlıq qiyməti Samira. yoxdur. 700 manat. Onun başındakı bizə Saç saç yox. qiyməti Qiyməti 220-240 manatdır. Mən salam aşağı bir dəqiqə. Ay sağ ol. Yox, bir dəqiqə gözləyin, bir dəqiqə gözləyin. Bax, məndən inciməyin. Mən yayımım haşaraş gilə kontor olur. Ağız deyəni qulaq eşitmir. Ya это не люблю. Всё. Bax, Vəfa, yenədən təkrarlayıram. Mən 2012-ci ildən saç qaynaqları yığmışam. Mən 5-6 dəfə Şirindən saç almışam. Şirinin saçları da adına deyilən saçlardır. Axır son 2 ildə Şirinin saçları qiyməti qalxdığına görə mən kəklikdən gedib saç almışam. Axır və kəklikdən aldığım saç 200 manatlıq saç olub. 60 santlıq saç almışam. 600 manat 300 qram saça vermişəm. 200 manatı yığmağına vermişəm. Olub 800 manat. 800 manatlıq saçı mən sənə göstərərəm pajalasta. Bir dəqiqə gözlə. Hələm o 800 manat. Gəl indi sən salondakı Bir prosedurları da dəqiqə, axıra kimi sözümü deyirəm, axıra kimi. Sənin Müjgana yığdığın saçın, gəl kiməsə badalaq gəlməyək də, haqqına danışaq. Sən bu buruq saç yığmışdın ha. Saçların qabağı vardı, arxası elə bir süpürgə ilə yolmuşlar saçı Müjganın saçını. Sən saçları yığmışsan, uzağı 150 qram, uzağı cırlası 180 qram saç yığmışsan. Müjganın başında 700 manatlıq saç yox idi. Samira, saçların qiyməti 240 manatdır. Bu bir. İkincisi, mən sənə hörmətən bayaqdan danışıram, görürsən ki, mən heç bir hörmətsizlik də eləmirəm. Səndən də hörmətsizlik görməmişəm. Sadəcə olaraq, lap deyək ki, 100 manatlıq yığmışam. İndi prosedurları filan hamısını hesablayıb deyirəm mən sənə ki, 700-800 manatlıq ən az heç olmasa ona. Bəlkə sən nə bilirsən, daha da çox eləmişəm, az deyirəm. Bir bloger əgər gəlirsə salona, sən onun saçına yığdığın saçlarda yaxşı saç olur. Pis saç yığmırsan. Əl haqqını da hesablayırsan, üstünü üstəlik kraskasını, boyasını da hesablayırsan, üstünü üstəlik elə bir nə istəyirsənsə gir, pulsuz elə çıx deyirsən, düzdürmü? 800 manatlıq saç bilirsən nədir, Bəfuş? Düzdür. Həyatım, hesabla bir dənə 200 qramını 240 manatdan hesabla saçın. Sən sarı saç, yox 240 manat, qulaq as mənə. 240 manatdan 2 qram, neçə santlıq saçıdır ki? 60 santlıq saçıdır. Əzizim, saçı gəlib girirsən, hesablayırsan, baxırsan da qiymətlərinə. Yaxşı demə 240 manat saç yığmışam mən ona bir dəfədə 100 qramı 350 manatdır uşaq saçına. Vəfa, sən ona sarı saç yığmışdın ha. Sarı saç yığmışdın ha. Onun saçı neçə qramdır ki orada saç? Bircə dənə o saç uyğun qiymətə idi. Həm mən yığanda 190 aydı, sonra düşdü 150-yə. Bircə dənə o saç olub uyğun qiymətə. Ondan qabaq mən ona uşaq saçı yığmışam. Sən bilirsən kolorist qiyməti də az deyil. Yəni belə də baxıram ki, 250 qramlıq, 250 manatlıq saç bilirsən nə saçdır? Buruq saç sən neçə qramlıq buruq saç yığmışdın ona? Aha. İkinci buruq saç 220 qramlıq buruq saç yığmışdım. Bəs onun saçı niyə o gündə idi ki? Onun saçı o gündə deyil idi. O saçı reklamını silmirəm, qəsdən silmirəm. Çünki baxılsın deyə. Bax o saç, gördüyünüz qıvırcıq saçı səhifəmdə bax, görəcəksən ki, çox da gözəl alınıb, elə üstünü üstəlikdə ki, o saçdan onda görüb gəlib yığdıranda az olmadı. Bilirsən, Vəfa, 200 qram, 250 qram saç, bilirsən necə saçdır? Təppət tıxma ya, boş saç qoymursan başda. Ay, sağ ol. Özü, bir dəqiqə, indi qulaq as mənə.
Özü Müjganı sən başına saçı yığmırdı ki, düz kəlləsinə kimi, ortaya kimi ya, yuxarıdan. Kəlləyə kimi yığılırdı, yox. Yox, yığılırdı, kəlləyə kimi yığılırdı. Hadi ne Sadəcə kadar da orta baxmırdı yaxşı yığılsa da 250 gramlıq saç, Müjganın başında saç görməmişəm mən. Saç Mən həmişə yoluğu birində görüşəm saçımı. baxmalıdır. Aşkım, o bütün saçları o günə salır da, qurban sənə, sən özün görürsən axı. Allah ki, Allah saçıma heyfim gəlməsə də gələrdim o 250 gram saçı alardım, gətirəm sən Saçma başını heyfin gəlməsin, yığdırardım. gəl mən sənə bir dəfə saç yığım, bax. 250, mən heyfim gəldi 700 manat o saça pul vermə. Əvvəl heyfim gəlmirdi, indi heyfim gəl 700 manat o Mənə saça kim pul deyir ki, verim. indi 700 manatdır, indi uyğun qiymətə o qədər saç var ki. Ağa yox, mən uyğun qiymətə saç nədir? Dolaşan saçlı, şişən saçlardır da uyğun qiymətə. Dolaşan zat da olmayacaq, mən də garantisini verəcəm ki, Samira bax, beləcə də qəşəng saçdır. Yəni Sən niyə mənim yanıma gəlmirsən ki? Fotum olsa, cibimdə pulum olsa, gedirəm o 600 manat verərəm saç alaram, 250 manata. Gəlib yığdıram, deyirəm sənə bax indi 250 gram saç başınca görsənir. Bax Gəl göstərəsən sən bizim bizdə. saçlar təzə gəl. Samira, gözəlim. Bax, təzə saçlarımız gəlib. Gəl sən bizim saçlardan bir dənəsini seç. Bacın da onu sənin üçün yığsın. Gör sən ona baxımla necə qəşəng baxırsan. Hamı da deyir ki, bəhbəhlə, ay nə gözəldir Samira saçları. Bax, Ondan sonra Çınara deyərsən ki, Heydərzadə var ya hə. qız. O xərçəng xəstəsi qızdır. Mənim başıma yığmaqdansa, əgər belə ki, yaşlıq eləmək, bilməm sən mənə... Hamı Çınara. Bax, Çınara Heydərzadə, xərçəng xəstəsi olan qızdır. 2 illərdir xərçəngdə Tanımıram. əziyyət çəkir. Allah kömək olsun. Deyir, onun Gəlsin saçını yığın. yığamən ki, 250 qramlıq saçı. 250 qramlıq saçı. Gəlsin yığın, problem yoxdur. Çınara yazarsan de, saç qaynağına. Sən bilirsən ki, mən indiyənə kimi nə qədər insana saç yığmışam. Samira, sən məni yaxından Allah, tanımırsan. Vəfa. Bəlkə də düşünürsən ki, Vəfa, sən düşünürsən ki, bəlkə də düşünürəm. Vəfa heç kəsə indiyənə kimi yaxşılıq eləməyib. Amma mən elə bir mərd qızam ki, Yox, yox, məni Vəfa. tanıyan o qədər insan var. Bax, Allah hamının ürəyinə görə versin. Allah hamının mətləbinə görə versin. Amin. Allah hamının başından yaxşı insanların, halal pul qazananların, pulunun qədrini bilən insanların Allah Taala pulunu başından Amin. götürsün. Allah Taala o insanlara o ruzi bərəkəti versin ki, heç kəsin pulunu kəsməyib, heç kəsin haqqına girməyib, heç kəsin mərdimazarlıq Çarə etməyib. budur. Hə, Çınara Heydərzadə, hə. Allah Taala o insanların pulunu daha çox eləsin, ruzusunu bərəkətli eləsin və Allah Taala hər zaman onların ruzusunu bol eləsin. Mən o insanlara Çarə Allah şəfanı versin. İçi sən Amin, qarışma. amin. Həqiqətən də əziyyət çəkən insan, Samira, əziyyət çəkən insan Allah həmişə onun ruzisini verir və həqiqətən də ürəyində pislik olmayan insanın da əsla qarşısına pisliklər davamlı çıxmır. Bax, görürsüz, bir səhv idi eləmişdim, insandı demişdim, çox istəmişdim. Hamı ilə dalaşırdım ha mən onun üstündə. Görürsüz, Allah onu məndən uzaqlaşdırdı. Bir yolunu tapdı. Bilmirəm, mən Alena məni tanıyır, yox, amma çerez Alena, çerez indi demədiyim qadınlar var, adlarını çəkməyim, tanınır əslində onlar da. Çox yaxşı insanlardır. Bəlkə də elə onlar mənə onu tanıtmışdı. Onlar daxil, hamı mənə dedi ki, Vəfa, sən pis insan deyilsən. Mən istəyirəm ki, sən ondan uzaqlaşasan. Mən uzaqlaşdığım üçün də bugün düzdür, işimə çox pis yansıdı. Pislədi, saçları pislədi, nə bilim, işimi pislədi. Amma çox şükür Allaha, gedən artıqlaması ilə qayıdır. Ay dizli, belində gəzdirdi. Yəni. O belinin ağrısını çəkdi də. İş o. İndi Sən bundan də sonra da- gözü hələ 2 yox, əsgər. gözü 4 olacaq. Qulağı 2 yox, 2 Siz onu qulağı 4 olacaq. Vəfa nə böyük dərs çıxartdı ki, dayindən sonra insanlara bir yox, 3 baxıb yaxınlıq verəcək. Siz onu deyin ki, Vəfa, sənin yerinə sevinirik ki, insan tanıyası oldun, gördün ki, bu insan necədir. Mən səhvi ilə, düzü ilə qəbullanan insanam. Mən əgər səhvimi qəbullanmasaydım, deyərdim ki, əşi, siz səhv deyirsiniz, bilirsiniz nə var, belədir. Görürsünüz, mən iradları belə düzgün qarşılayıb, düzgün yola salıram. Bəlkə də bayaq Samirənin dediyi sözü mən səhv başa düşsəydim və yaxud da qıcıq versəydim, mənə başlayacaqdım ki, yo, elə deyil, belədir. Amma mən ona açıqlamasını verdim, o da salonlara gedən insandır. O başa düşdü ki, aha, bunun qaşı düzəlir, kirpiyi düzəlir, saçı düzəlir, kraskası qoyulur, kolorist pulu ən ucuz iş 60-70 manatdır. Bunların hesabatını hesablayanda mən heç vaxt yalandan nəyisə 5 manatı 10 manat eləyən insan deyiləm.
Əksinə onu 5 eləyərəm ki, 5-10 eləyən deyiləm. Mətanət bilirsən Onu nə ki başa Fərijlə düşdüm. çox Bir də qalır. hə. Fərijlə çox qalmağının səbəbi çünki Fəriş də onun haqqında çox şeylər bilir. O da Fəriş haqqında çox şeylər bilir. Əl eləyir, əl düzüyür. Ona görə də o ilə çox müddətdə qalıb. Düşün. Mən sözün açığı düşünürəm ki, 2 günə, 3 günə çıxacaq, canlı açacaq, bəlkə də bilmək olmaz, bəlkə nəsə başqa bir şey olar. Sadəcə olaraq mən onu deyim ki, bu insanın mən ağıllanmağını istəyirəm. Mən heç bir qadının oralara gedib düşməyini istəmərəm. Nə kişisini, nə qadınını. Allah heç kəs oralara salmasın. Sadəcə ağıllanmağını və mənim kimi, İman kimi, o qız o Vüsalə idi, nə idi qızın adı, dırnaq ustası. Onun kimi insanları işdən soyutmasın. Məni işdən soyutdu. Mən 2 ay nə işlədim, nə canlaşdım, saç göstərdim, saç satmadım, bir şey eləmədim, heç nə eləmədim. Mən bildiyiniz şikəst vəziyyətinə qaldım. Ondan bundan borc istəyəcək hala qaldım mən, qızlar. Allah sən Bəlkə də ruzunu bol etsin bəziləriniz Vəfa. düşünür ki, nə oldu, can deyirdin. Allah Çox sağ ol, hidayətini İrəm, Allah güclü səndən razı eləsin olsun. bundan sonra da. Amin, amin. İnşallah ki o Çinarə Heydərzadə idi qızım deyəsən adı. O sənə yazanda sən ona cavab Ay, yazdın. Çınarə mənə yaz, gözəlim, yaz. Narahat olma, bir şeylər eləyəcəm. Uğurlar olsun, Allah ruzunu bol eləsin, müştərilərə bol Çox sağ ol eləsin. Samirə, mən də düşürəm, təşəkkür edirəm sənə. Çox sağ ol, sən də Yenə sağ də ol. deyirəm, inşallah nə vaxt istəsən də gələ bilərsən. İnşallah, Elə çox sağ ol, qızlarla. çox sağ ol, çox sağ ol, çox sağ Sağ ol. ol aşkım. User'la bir ağla günahı qaldırmışdım zəngiyə. Üzrlü sayın, çünki o qədər möhkəm danışırsınız ki, inanırsınız ki, mənim yayımda heç vaxt bilən yəni bazar şum qam olmayıb da. Özüm yayım açmışam, özüm danışmışam. Adam qaldırmayanda da hörmətsizlik kimi sayırsınız. Qulaq, ağız deyəni qulaq eşidir, ona görə sizi saldım aşağı. Yəni ona görə üzrümü şeylədim, üzrxahlıq edirəm sizdən. Xətrinizə dəydimsə. Yox, bilirsən, Alena gəlir, Alena qaldırıram zəngi. Alena'nın dalıcı başqa yayıma qalxmaq istəyəndə onu qaldırmayanda uca qadınlar deyirlər ki, Samirə ayrı seçkilik eləyir. Bildin, ona görə o hörmətsizlik eləmək istəməm də qadınlara. Çəsən, qıvarə, mən müjgana tutulmağına ya azad olmağına мне не холодно, не жарко. Və bundan sonra da mən heç bir qadın tutulmağını istəmirəm. Yəni cəzası nədirsə o da çəksin. Amma yəni yaxşı oldu, əcəb oldu, tutuldu, zor oldu, tutuldu sözlərini demək istəmirəm. Çünki yəni zor oldu, tutuldu, yaxşı oldu, tutuldu. Yəqin ki bundan sonra ağıllanar Ruju Müjgan. Ağlı başına gələr, xanımlığını, qadınlığını bərpa eləyər. İtirdiyi xanımlığını, qadınlığını bərpa eləsin. Bilmirəm nə vaxt tutulub, amma dilə tutulub da.